Kişilər xalı necə hesablayırlar? Kişilərin xal hesablamaq üsulu başqadır. Qadın kişinin etdiyinə hər dəfə dəyər verəndə kişi özünü sevilən hiss edir və qadına bir xal yazır. Qarşılıqlı münasibətlərdə hesabı bərabər saxlamaq üçün kişiyə ancaq qadının sevgisi tələb olunur. Qadınlar öz sevgilərinin gücünü anlamır. Kişinin sevgisini onun üçün öz istədiklərindən daha artıq şeylər etməklə qazanmağa çalışırlar. Kişi həm də qadından ev işlərinə eyni dərəcədə əmək qoymasını tələb edir. Lakin onun səyləri təqdir edilmirsə, qadının əməyi onun üçün əhəmiyyətini və dəyərini itirir. Qadın kişinin səylərini qiymətləndirəndə, kişi ona lazım olan sevginin əhəmiyyətli bir hissəsini almış olur. Yadda saxlayın ki, kişiyə birinci növbədə əməyinin layiqincə qiymətləndirilməsi vacibdir. Kişi eləcə də qadından ev işlərinə eyni dərəcədə əmək qoymasını tələb edir. Lakin onun səyləri təqdir edilmirsə, qadının əməyi onun üçün əhəmiyyətini və dəyərini itirir. Qadın da buna bənzər olaraq qayğısına qalındığını, ona hörmət edildiyini və onu anladıqlarını hiss etməyə imkan verən, çoxsaylı kiçik diqqət nişanələri ilə möhkəmləndirilməyən çəkili sevgi ifadələrini qiymətləndirə bilmir. Kişi üçün əsas sevgi mənbəyi qadının onun davranışına olan xeyirxah, sevgi dolu münasibətidir. Həm də kişinin dolması həmişə qadının qayğıkeşlik göstərməsindən asılı olmayan sevgi qabı var. Bu qabı dolduran qadının kişinin səylərinə reaksiyası ümumilikdə kişiyə olan münasibətidir. Qadın kişi üçün yemək hazırlayanda, qadının ona münasibətindən asılı olaraq kişi qadına bir və ya 10 xal verir. Əgər qadın ürəyində kin və ya narazılıq saxlayıbsa, hazırlanmış yemək kişi üçün xüsusi bir əhəmiyyətə malik deyil. Tərəfdaşın məmnuniyyət hiss etməsinə kömək etmək üçün sevginizi ifadə etməyi öyrənmək lazımdır. Özü də işlərə yox, hisslərə söykənərək. Fəlsəfi mülahizə yürütsək, qeyd etmək olar ki, qadın zərif hisslər keçirirsə, bunun ardınca onun davranışı sevgi ilə dolacaqdır. Kişinin davranışı sevgi ifadə edirsə, bunun ardınca onun hissləri də sevgi və mehribanlıqla daha artıq zənginləşməyə başlayacaq. Kişi qadına sevgi hiss etmirsə belə, o qadın üçün bu hissin özünü göstərəcəyi nəsə bir şey edə bilər. Onun səyləri qəbul edilib qiymətləndirildikdə isə kişi yenidən sevgi hiss edəcək. Deməli, fəaliyyət kişinin sevgisinin ən yaxşı stimuludur. Bu baxımdan qadınlar kişilərdən çox fərqlənirlər. Adətən qayğıkeşlik, anlama və hörmət görməyən qadın özünü sevilən hiss etmir. Əgər qadın kişi üçün daha artıq etməyə qərar veribsə, bu qadının isti və mehriban hisslər duymasına kömək etməyəcək. Yalnız onda inciklik və narazılıq yaradacaq. Əgər qadın mehriban hisslərlə təmas qura bilmirsə, səylərini daha böyük qüvvə sərf etməyə cəmləməməlidir. Bilavasitə mənfi hisslərinin müalicəsi ilə məşğul olmalıdır. Qadın lazım olan dəstəyi ala bilirsə, onun ürəyi daha artıq açılmağa qabil olur. Kişi sevgi ilə dolu davranışa vurğu etməlidir. Çünki bu yolla qadının sevgiyə olan ehtiyacı ödənir. Nəticədə qadının qəlbi bu hissə açılacaqdır. Kişi hiss etsə ki, səyləri qadına məmnunluq gətirir, onun da ürəyi açılacaqdır. Qadın mehriban hisslərə və xeyirxah münasibətə üstünlük verməlidir. Bu kişinin sevgiyə olan ehtiyacını ödəməyə imkan verər. Əgər qadın kişiyə sevgi ilə yanaşmağa qabildirsə, bununla onu daha çox şey verməyə həvəsləndirəcək. Bu da qadına ürəyini daha geniş açmağa imkan verəcəkdir. Qadınlar bəzən sevginin kişiyə nə vaxt həqiqətən də lazım olduğunu bilmirlər. Hərçənd belə vaxtlarda qadın birdən 20-30 xal qazana bilir. Bir neçə misal gətirək. Qadın çox xalı hansı yolla qazana bilər? Vəziyyət. Qadının qazandığı xallar. 1. Kişi səhv edir, qadın isə ona "mən sənə demişdim" demir və məsləhət təklif etmir. 2. Kişi qadını məyus edir, qadın buna görə kişini qınamır. 3. Kişi maşını sürərkən yolu azır, qadın isə buna sakit yanaşır. 4. Kişi yolu düzgün seçmir, qadın isə bu vəziyyətdən müsbət cəhət tapır. Azmasaydıq heç vaxt günəşin bu füsunkar qürubunu görməyəcəkdik. 5. Kişi qadının tapşırığını yerinə yetirməyi unudur, qadın isə deyir, qorxulu bir şey yoxdur, gələn dəfə eləyərsən. 6. Kişi nəyisə almağı və ya qadının xahişi ilə nəyisə gətirməyi yenə yaddan çıxardır. Qadın isə yumşaq təkidlə dilucu deyir,
Belə də olur. Zəhmət olmasa gələn dəfə bunu elə. 7. Qadın kişinin xətrinə dəyir, lakin bunu anlayıb kişinin ehtiyac duyduğu sevgini ona hədiyyə etməklə üzr istəyir. 8. Qadın kişidən dəstək istəyir, amma dəstək almasa incimir. Başa düşür ki, kişi imkan olsaydı mütləq ona kömək edərdi. Qadın kişini rədd etmir və qınamır. 9. Qadın kömək xahişinə yenidən mənfi cavab alır, lakin kişini qınamır və hal-hazırda onun imkanlarının məhdud olduğu fikri ilə barışır. 10. Kişi aralarındakı hesabın təqribən bərabər olduğunu hesab etdiyi vaxtda qadın onun köməyini tələb deyil, xahiş edir. 11. Kişi hesabın qadının xeyrinə olduğunu və ya qadının dilxor olduğunu bildiyi vaxtlarda qadın yardımı tələb yox, xahiş edir. 12. Kişi özünə qapananda qadın onu qınamır. 13. Kişi öz mağarasından çıxanda qadın onu məzəmmət və rədd etmir, ona mehriban və xeyirxah münasibət göstərir. 14. Kişi etdiyi səhvə görə üzr istəyəndə qadın onu anlayır və bağışlayır. Bağışlanan səhv nə qədər böyük olursa, kişi qadının hesabına o qədər çox müsbət xal yazır. 15. Kişi qadından nəsə istəyir, qadın etiraz edir, lakin etirazını əsaslandıran çoxsaylı səbəblər gətirmir. 16. Kişi qadından nəsə xahiş edir, qadın xoş əhvalından razı olur. 17. Kişi münaqişədən sonra barışmağa can atır, qadına diqqət işarələri göstərməyə başlayır, qadın onun səylərini yenə də qiymətləndirir. 18. Kişi evə gələndə qadın sevinir. 19. Qadın kişinin davranışını təqdir etmir, lakin fikrini də ucadan ifadə etmir. Sadəcə başqa otağa keçir, sonra sakit və daha xeyirxah əhvalla qayıdır. 20. Qadın adətən kişinin onu əsəbləşdirən səhvlərini xüsusi hallarda görmür. 21. Kişi ilə yaxınlıq dəqiqələri qadına həqiqi ləzzət verir. 22. Kişi açarlarını hara qoyduğunu unudub, lakin qadın onu məsuliyyətsizliklə günahlandırmır. 23. Qadın kişinin onu dəvət etdiyi film və ya restorandan razı qalmadığını xüsusi nəzakətlə bildirir. 24. Kişi maşını sürəndə və ya dayanacağa yerləşdirəndə məsləhət verməkdən çəkinir. Sonra isə onun məharətini təqdir edir. 25. Qadın kişinin düzgün etmədiyinə diqqəti cəmləmədən ondan kömək istəyir. 26. Qadın kişi ilə öz mənfi hisslərindən danışır, lakin onu qınamır və rədd etmir. Qadın nə vaxt daha çox xal qazana bilir? Yuxarıda gətirilmiş misalların hər biri göstərir ki, kişi xal hesablayarkən başqa prinsipi rəhbər tutur. Amma qadından bütün sadalanan bəndləri yerinə yetirməsi tələb olunmur. Bu siyahıya kişinin ən müdafiəsiz olduğu anlar daxil edilib. Kişiyə zəruri olanda qadın ona dəstək verərsə, kişi xal hesablayanda daha ələ açıq olacaq. 7-ci fəsildə qeyd etmişdim ki, qadının çətin vaxtlarda sevgisini ifadə etmək qabiliyyəti dalğavari xüsusiyyət daşıyır. Onun zərif hisslərini ifadə etmək qabiliyyəti gücləndiyi vaxtlarda daha çox mükafat xalları qazana bilər. Lakin qadın başqa vaxtlarda da bu qədər sevgi ifadə edə biləcəyinə ümid etməməlidir. Kişi səhv edibsə, bundan xəcalət hissi keçirir və ya utanırsa, qadının sevgisinə daha çox ehtiyacı olur. Səhvi nə qədər böyükdürsə, qadının hesabına o qədər çox xal yazır. Qadının sevgisini nümayiş etdirmək qabiliyyəti artıb azaldığı kimi, kişinin də sevgiyə olan ehtiyacı dəyişir. Yəqin gördünüz ki, yuxarıda gətirilmiş misalların hər birində xalların dəqiq miqdarı verilmir. Əvəzində kişinin həmin an sevgiyə olan ehtiyacına uyğun xal seçəcəyi diapazon verilir. Ehtiyac nə qədər kəskindirsə, xal o qədər böyükdür. Məsələn, kişi səhv edibsə, bundan xəcalət hissi keçirdir və yaxud da ki, utanırsa, sevgiyə ehtiyacı daha böyük olur. Ona görə də dəstəyinə görə qadına daha çox xal verir. Səhvi nə qədər böyükdürsə, qadının sevgisi o qədər yüksək qiymətləndirilir. Kişi dəstək almırsa, qadına bu dəstəyə olan ehtiyacının səviyyəsindən asılı olan qədər cərimə xalları yazır. Kişi görəndə ki, buraxdığı böyük səhvə görə onu bağışlamırlar, qadının hesabına çoxlu miqdarda cərimə xalı yaza bilər. Kişilər nəyə acıqlanır? Kişinin kefi yoxdursa və qəzəblənməyə hazırdırsa, daldalanın, sanki üstünüzdən tufan keçir. Kişi səhv edir və qadın əsəbləşirsə, bu kişidə səhvin ciddilik dərəcəsinə mütənasib qıcıq yaradır.
Səhv kiçikdirsə, kişinin qəzəbi özünü güclü göstərmir. Lakin səhv böyükdürsə, kişinin daha bərk qəzəblənə biləcəyini gözləmək olar. Hərdən kişinin buraxdığı böyük səhvə görə üzr istəməməsi qadını təəccübləndirir. Bunun cavabı çox sadədir. Kişi bağışlanmayacağından qorxur. Qadını yarıtmadığını etiraf etmək üçün kişi ağırdır. Qadını məyus və narazı görən kişi üzr istəmək əvəzinə əsəbləşir və nəticədə qadına cərimə xalları hesablayır. Kişi əsəbi və qəzəblənməyə hazırdırsa, qadın isə gizlənməyə və tufanın keçib getməsini gözləməyə çalışırsa, tufan keçəndən sonra kişi ona təsir etməyə çalışmadığı və onu qınamaqdan çəkindiyi üçün qadının hesabına çoxlu sayda əlavə xallar yazacaq. Lakin qadın tayfunun qarşısında dayanmağa cəhd etsə, dağıntılar qaçınılmazdır və kişi onu müdaxilə etdiyinə görə günahkar sayacaq. Belə yanaşma qadınların çoxu üçün yenidir. Çünki Veneranın sakinləri onlardan kimsə dilxor və ya əsəbi olanda kənara çəkilmək yox, diqqət yetirmək və iştirak etməyə adət ediblər. Venerada tufanlar olmur. Veneralı əsəbləşibsə, heç kim buna laqeyd qalmır. Çoxlu sayda suallar verməklə qadının acığının səbəbini öyrənməyə çalışırlar. Marsda isə tufan yaxınlaşanda hamı sığınacaq tapıb gizlənməyə çalışır. Kişilər hansı hallarda cərimə xalları yazırlar? Qadınlar kişilərin xal hesablama sisteminin fərqli olduğunu öyrənəndə bu onlara əməlli başlı kömək edir. Kişilər cərimə xalları yazmağa meyilli olduqlarından qadınlar öz hisslərini ifadə etməyə çətinlik çəkirlər. Kişilərin belə cərimələrin ədalətsiz olduğunu dərhal anlamaları yaxşı olardı. Lakin buna vaxt lazım olacaq. Bununla belə qadınlar üçün yüngülləşdirici hal ondan ibarətdir ki, kişilər cərimə xallarını yazdıkları qədər də tez pozurlar. Kişi cərimə xalları yazandakı vəziyyət qadının münasibətlərə kişidən daha artıq verdiyini anlayaraq narazılıq və küskünlük hiss etməsi ilə eynidir. Qadın öz xallarından kişinin xallarını çıxır və nəticədə kişinin sıfır xalı qalır. Belə anlarda kişi yadına salmalıdır ki, arvadı küskünlük və narazılıq virusunun təsiri altındadır. Ona görə də əlavə dəstəyə ehtiyacı var. Öz növbəsində qadınlar da anlamalıdır ki, kişilərin də öz küskünlük virusu var və kişi məhz onun təsiri altında cərimə xalları yazır. Xəstəlikdən qurtulmaq üçün kişiyə əlavə dəstək lazımdır. Kişi bunu alan kimi qadına əlavə xallar verir və hesab yenidən bərabərləşir. Fərqlərimizi həmişə yadda saxlamaq lazımdır. Kişi də, qadın da yadda saxlamalıdır ki, onların xal hesablama üsulları fərqlidir. Münasibətlərimizi yaxşılaşdırmaq üçün indikindən artıq güc sərf etməyə ehtiyac yoxdur. Həm də bu o qədər də çətin iş deyil. Çətinlik ancaq səylərimizi ərimiz və ya arvadımızın onları layiqincə qiymətləndirəcəyi istiqamətdə yönəltməyi öyrənəcəyimiz vaxta qədər qalacaq. Fəsil 11. Ünsiyyət zamanı mənfi hissləri ifadə etmək bacarığı. Biz dilxor, pərişan, acıqlı olanda və ya özümüzə inamı itirəndə xeyirxah ünsiyyət qurmağımız çox çətin olur. Biz mənfi hisslərin təsiri altında olanda inam, həssaslıq, anlama, hörmət, minnətdarlıq, razılaşmaq və tabe olmaq kimi hisslərdən uzaq oluruq. Belə anlarda söhbət tez-tez dava-davaşa çevrilir. Hisslər coşanda qarşılıqlı razılıq əldə etmək yolları yadımızdan çıxır. Qadın belə hallarda özü də anlamadan kişini hərəkətlərinə görə günahlandırmağa meyilli olur. Qadın kişinin onun üçün mümkün olan hər şeyi etməyə çalışdığını yadına salmaq əvəzinə pis variantı güman edir və sözlərində qınama və inciklik hiss olunur. Qadını mənfi hisslərin dalğası çulğayanda söhbət zamanı xeyirxahlığı və səmimiliyi saxlamağı çətin olur. O bunun kişini nə dərəcədə yaraladığını da anlamır. Lakin kişi də əsəbi olanda qadının hissləri haqqında düşünmədən onu qınamağa başlayır. Kişi qadının tez yaralandığını, ona canıyananlıq və hörmət lazım olduğunu unudaraq yüksək səslə danışmağa başlayır. Səsində sərt tonlar eşidilir. O da bu cür münasibətin qadın üçün nə dərəcədə ağrılı olduğunu anlamır. Belə məqamlarda ünsiyyət arzu edilən nəticəyə gətirmir. Xoşbəxtlikdən bunun alternativi var. Fikirləri şifahi şəkildə ifadə etmək əvəzinə onları məktub şəklində bildirmək olar. Məktub sizə öz hisslərinizə qulaq asmağa və bu zaman ərinizin heysiyyətinə toxunmaq ehtimalından qaçmağa imkan verir. Öz hisslərinizi ifadə etmək və yenidən yaşamaqla siz tədricən sakitləşirsiniz
Ürəyiniz yenidən sevgi ilə dolur. Məktub yazma prosesində kişilər yenidən həssas, diqqətli, başqalarının hisslərinə hörmət etməyə qabil olurlar. Qadınlara isə etibar etmək, sevdikləri adamların səylərini qiymətləndirmək, minnətdar olmaq, güzəştə getmək və iltifat göstərmək qabiliyyəti qayıdır. Mənfi hissləri məktuba yazmaq öz tonunun kəskinliyi və sərtliyini anlamaq, davranışına dəyişikliklər etmək üçün gözəl üsuldur. Bundan başqa, məktubda mənfi hissləri açmaqla biz onların şiddətini azaldır, müsbət hisslər üçün yolu təmizləyirik. Sakitləşəndən sonra isə ərimiz və ya arvadımız ilə məzəmmət və qınağın açıq-aşkar səslənmədiyi daha xeyirxah tərzdə danışa biləcəyik. Bu halda başa düşüləcəyinizə, sizə iltifat göstəriləcəyinə şansınız daha artıq olacaq. Məktubu yazandan sonra münasibətləri aydınlaşdırmaq lazım olmaya da bilər. Bunun əvəzinə öz yarınız üçün xoş bir şey etmək istəyirsiniz. Əgər məktubu öz hisslərinizi bölüşdürmək və ya sadəcə ürəyinizi boşaltmaq üçün yazırsınızsa, hər iki halda hisslərin yazılı şəkildə ifadə edilməsi böyük əhəmiyyətə malikdir. Siz məktubu fikrən də yaza bilərsiniz. Sadəcə söhbətdən qaçmaq və baş verənləri götür-qoy etmək lazımdır. Təsəvvür edin ki, siz öz hissləriniz, fikirləriniz və istəkləriniz haqqında danışırsınız. Özü də sərbəstsiz və təmkininizi saxlamağa ehtiyac yoxdur. Daxili dialoq apararaq və sizi ağrıdan şeyləri açıq ifadə edərək, siz tezliklə mənfi hisslərin əsirliyindən azad olacaqsınız. Öz hisslərinizi təhlil etmək, yenidən yaşamaq və ifadə etməklə onların mənfi qüvvəsini zəiflədəcək, özünüzdə müsbət yük hiss edəcəksiniz. Sevdiyi məktublarının yazılması metodikası bu prosesin səmərəliliyini dəfələrlə artırır. Bu metodikanı hisslərin fikri təhlili zamanı da uğurla istifadə etmək olar. Sevgi məktubları yazmağın metodikası. Bu, həyəcandan, şübhələrdən qurtulmağın, sonra isə daha xeyirxah tərzdə ünsiyyət qurmağın ən yaxşı üsuludur. Öz fikirlərinizi müəyyən prinsiplərə uyğun olaraq yazmaqla siz mənfi hisslərin təsirini azaldıb, müsbətlərinkini artırırsınız. Məktub yazma prosesinin əhəmiyyətini artıran bu metodikanın 3 cəhəti var. Birinci, qəzəb, qüssə, qorxu, təəssüf və sevginizi ifadə edən məktub yazın. İkinci, əriniz və ya arvadınızdan eşitmək istədikləriniz hər şeyi təsvir edən cavab yazın. Üçüncü, ərinizi və ya arvadınızı hər iki məktubla tanış edin. Bu çox yumşaq metodikadır. Siz ya hər üç mərhələni, ya ikisini keçə bilərsiniz. Bəzən təkcə biri kifayət edər. Məsələn, siz sakitləşmək və daxilinizdə sevginin artmasını hiss etmək üçün təkcə birinci və ikinci cəhəti tətbiq edirsiniz, sonra isə arvadınız və ya ərinizlə inciklik və qıcıq hiss etmədən, qınamağa çalışmadan söhbət edirsiniz. Digər hallarda hər üç cəhətdən istifadə etməyə üstünlük verirsiniz və tərəfdaşınızı hər iki məktubla da tanış edirsiniz. Mərhələlərin hər üçünü keçmək hər ikiniz üçün böyük əhəmiyyətə malik olacaq. Lakin bəzi hallarda bu çoxlu vaxt istəyir və məqsədə uyğun deyil. Bir sıra hallarda ən böyük səmərəni birinci, sevgi məktubunu yazmaq mərhələsi verir. Belə məktubu necə yazmağa bir neçə misal göstərək. Birinci mərhələ, sevgi məktubu yazmaq. Sizi narahat etməyəcəkləri bir yer seçin və məktubu başlayın. Hər məktubda qəzəb, kədər, qorxu, təəssüf, sonra isə sevgi ifadə edin. Hisslərin təklif edilən diapazonu sizə bütün həyəcanlarınızı tam surətdə ifadə etmək və anlamaq imkanı verəcək. Siz onları təhlil edərək söhbəti daha sakit və xeyirxah tonda apara biləcəksiniz. Biz mənəvi tarazlıqdan çıxarılanda müəyyən hisslər dəsti hiss edirik. Məsələn, tərəfdaşımız ümidlərinizi doğrultmayıb sizi məyus edibsə, əsəbləşirsiniz. Kişi həssas deyil, qadın sizin səylərinizi qiymətləndirmir. Qüssələnirsiniz. Kişi tamamilə işlə məşğuldur, qadın isə sizə inanmır. Qorxursunuz. Qadın sizi heç vaxt bağışlamayacaq, kişi isə dərin hisslər bəsləmir. Qadına olan sevginizi boğmanız sizdə təəssüf hissi yaradır. Bununla belə, məhz bu adamla taleyinizi bağlamış olmanız onun sevgi və diqqətinin sizə lazım olması fikri sizi qızındırır. İncə hissləri yenidən, tam mənada hiss etməyiniz üçün əvvəlcə 4 növ mənfi hisslərin hamısını sona qədər hiss və ifadə etmək zəruridir. Sevgi məktublarının yazılması avtomatik olaraq mənfi hisslərin şiddətini azaldır
və biz yenidən tərəfdaşa sevgi, hiss və ifadə etmə imkanı qazanırıq. Sevgi məktubu yazmaq üçün plan və ya sxem ola biləcək bəzi tövsiyələri nəzərdən keçirək. Məktubu ərinizə və ya arvadınıza ünvanlayın. Təsəvvür edin ki, onlar sevgi və diqqətlə sizi dinləyirlər. Əvvəl qəzəb, sonra qüssə, daha sonra qorxu və təəssüf, nəhayət sevginizi ifadə edin. Sadalanan hisslərin hamısını hər məktubunuzda qeyd edin. Hər hiss haqqında bir neçə cümlə yazın. Mətnlərin həcmcə eyni olmasına və sadə dillə yazılmasına çalışın. Hər hissi təsvir etdikdən sonra ara verin. Sonra o birisi haqqında yazmağa başlayın. Sevginin təsvirinə çatana qədər bu mərhələni başa çatdırmayın. Səbirli olun, özünüzdə sevgini hiss edin. Sonda imzanızı qoyun. Sonra bir neçə dəqiqə ərzində sizə nə zəruri olduğunu və ürəyinizdən nə keçdiyini fikirləşin. Bunları da postscriptum yazın. Məktubları yazmağı asanlaşdırmaq üçün aşağıda verilmiş yarımfabrikatlardan istifadə edə bilərsiniz. Hər bölmədə sizə hisslərinizi ifadə etməyə yardım edəcək bir neçə giriş ifadəsi verilir. Siz bu ifadələrin bir neçəsini və ya hamısını işlədə bilərsiniz. Adətən mən əsəbləşirəm, mən qüssəliyəm, mən qorxuram, təəssüf edirəm, mən istəyirəm, mən sevirəm kimi ifadələr daha səmərəli olur. Lakin bütün başqa köməkçi ifadələr də səmərəli ola bilər. Adətən məktubun yazılmasına 20 dəqiqə lazım olur. Sevgi məktubu, tarix. Əzizim, mən bu məktubu öz hisslərimi səninlə bölüşmək üçün yazıram. 1. Qəzəb, qıcıq. Mənim xoşuma gəlmir ki, məni məyus edir və qıcıqlandırır ki, mən ona əsəbləşirəm ki, məni o qıcıqlandırır ki, mən istəyirəm ki. 2. Qüssə, kədər. Məni o məyus edir ki, mən qəmginəm ki, mənə o toxunur ki, mən istərdim ki, mən istəyirəm ki. 3. Qorxu, nigarançılıq. Məni ona narahat edir ki, mən ümid edirəm ki, mən ondan dəhşətə gəlirəm ki, mən istəmirəm ki, mənə lazımdır ki, mən istəyirəm ki. 4. Təəssüf. Mən narahatam ki, mən təəssüf edirəm ki, mən utanıram ki, mən istəməzdim ki, mən istəyirəm ki. 5. Sevgi. Mən sevirəm, mən istəyirəm, mən anlayıram ki, mən bağışlayıram, mən qiymətləndirirəm, mən bilirəm ki, filan şeyə görə təşəkkür edirəm. Mən səndən aşağıdakıları eşitmək istəyərdim. Bunlar sizə sevgi məktubu yazmağa kömək edə biləcək bir neçə xarakterik vəziyyət və nümunələrdir. Unutqanlıqla bağlı məktub. Tom gözünün acısını almaq üçün uzanmışdı. Amma güman etdiyindən artıq yatmışdı. Nəticədə qızı Xeylini diş həkiminə aparmağı unutmuşdu. Arvadı Samantha bundan bərk qəzəblənmişdi. Lakin narazılığını ərinə bildirmədi. Sevgi məktubu yazdı. Bundan sonra o əri ilə daha sakit və yumşaq danışa bildi. Samantha artıq məktubu yazmış olduğundan ərini qınamaq və ona acıqlanmaq istəyi itmişdi. Ər-arvad arasında mübahisə baş vermədi və onlar axşamı xoş keçirtdilər. Tom qızını həkimə növbəti həftə apardı. Samantha məktubunda yazırdı. Əzizim Tom. 1. Qıcıq, qəzəb. Əsəbimdən ürəyim partlayır. Yatıb qaldığın üçün sənə çox acıqlıyam. Səni mürgüləmək üçün uzanıb, sonradan hər şeyi unutmağından zəhləm gedir. Mən bir qalaq problemi başında saxlamaqdan artıq yorulmuşam. Sənsə gözləyirsən ki, hər işi mən görüm. 2. Qüssə, kədər. Sənin yadından çıxdığına görə Xeylinin həkimlə danışılmış vaxtı buraxması çox kədərləndiricidir. Sənə bel bağlaya bilməməyim məni çox ağrıdır. Sənin arvadına vaxt tapa bilməyəcəyin qədər çox işləməyə və yorulmağa məcbur olmağın çox kədərli və ağırdır. Sənin məni görməyə cəhd göstərməməyin mənə çox toxunur. Sənin nəyi isə unutmağın mənə ağır gəlir. Mənə elə gəlməyə başlayır ki, sən məni saya salmırsan və hər şeyə laqeydsən. 3. Qorxu, nigarançılıq. Qorxuram ki, hər şeyi mən eləməliyəm. Sənə etibar etməkdən qorxuram. Hər şeyə laqeyd olmağa məni dəhşətə gətirir. Növbəti dəfə də hər şeyi boynuma götürməli olacağımdan qorxuram. Mən bu yükü təklikdə çəkmək istəmirəm. Mənə sənin köməyin lazımdır.
Qorxuram ki, sən heç vaxt məsuliyyətli olmağı öyrənməyəsən. Qorxuram ki, sən həddindən artıq gərgin işləyirsən və bundan xəstələnə bilərsən. 4. Təəssüf. Sən təyin edilmiş görüşləri və ya həkimin qəbuluna getməyi unudanda, sanki sənin əvəzinə utanıram. Gecikməyindən narahat oluram. Tələbkar olmaq lazım gəldiyinə təəssüf edirəm. Mən boynuma alaram ki, daha bağışlayan və güzəştə gedən ola bilmirəm. Mən bir qədər daha yumşaq olmalıyam. Mən səni özümdən kənara itələmək istəmirəm. 5. Sevgi. Mən səni sevirəm. Mən anlayıram ki, o vaxt sən yorğun olmusan. Axı çox işləyirsən. Bilirəm sən bacardığın hər şeyi etməyə çalışırsan. Mən unutqanlığını sənə bağışlayıram. Həkimə başqa bir vaxtda yazıldığın üçün sağ ol. Xeylini həkimə aparmağı təklif etdiyin üçün də sağ ol. Bilirəm ki, həssas və qayğıkeşsən, məni sevirsən. Sənin var olmağından çox xoşbəxtəm. Mən istəyirəm ki, bu axşamı xoş hisslərlə keçirdək. Səni sevən Səmənta. Səndən daha məsuliyyətli olacağını və gələn həftə Xeylini diş həkiminə aparacağını eşitmək istəyirəm. Diqqətsizliklə bağlı sevgi məktubu. Səhərsi gün Jim ezamiyyətə getməli idi. Axşam onun arvadı Virginia xoş, yaxınlığa kökləyən atmosfer yaratmağa çalışırdı. Qadın yataq otağına mango gətirib onu ərinə təklif etdi. Jim kitab oxumaqla məşğul idi. Ona görə dilucu bildirdi ki, ac deyil. Virginia küsdü və otaqdan çıxdı. Ərinin diqqətsizliyi qadının xətrinə dəydi və onu əsəbləşdirdi. Lakin qadın ərini duyğusuzluq və kobudluqda qınamadı. Oturub sevgi məktubu yazdı. Məktubu qurtardıqda qadın özündə bağışlamaq və güzəştə getməyə güc hiss etdi. Qadın yataq otağına qayıdıb ərinə dedi: "Sən sabah səfərə gedirsən. Bu bizim axırıncı gecəmizdir. Gəl onu xüsusi bir şəkildə keçirək." Jim kitabı kənara qoydu və onlar vaxtlarını çox xoş keçirdilər. Virginia məktubu yazanda özündə ərinin diqqətinə nail olmaq inadı hiss etdi. Məktubu ərinə göstərmək lazım belə olmadı. O məktub budur. Əzizim Jim. 1. Qıcıq qəzəb. Səfər qarşısındakı sonuncu axşam oturub kitab oxumağa hazırlaşmağı mənə dilxor etdi. Mənə diqqət yetirməməyin çox acığıma gəlir. Bu vaxtı mənimlə keçirtmək istəmədiyinə görə sənə çox acıqlıyam. Ümumiyyətlə birlikdə az vaxt keçirtməyimiz məni çox qıcıqlandırır. Sənin həmişə daha vacib işin tapılır. Mən hiss etməliyəm ki, sən məni sevirsən. 2. Kədər, qüssə. Mənimlə olmaq istəməməyin çox kədərlidir. Sənin bu qədər çox işləməyin mənə ağır gəlir. Hərdən elə gəlir ki, sən mənim olmadığımı belə hiss etməzdin. Sənin həmişə bu qədər məşğul olmağın mənə acı gəlir və məni dilxor edir. Mənimlə danışmaq istəməməyin məni pərt edir. Diqqətsizliyin mənə toxunur. Belə təəssürat yaranır ki, mən sənin üçün heç nəyəm. 3. Qorxu, nigarançılıq. Qorxuram ki, kədərimin səbəbi sənin heç ağlına da gəlmir. Nigaranam ki, bunun sənin üçün heç bir əhəmiyyəti yoxdur. Səninlə hisslərimi bölüşdürməkdən ehtiyat edirəm. Qorxuram ki, birdən məni özündən itələyəsən. Bu vəziyyəti dəyişə bilməyəcəyimi fikirləşəndə dəhşətə gəlirəm. Narahatam ki, sənin zəhləni tökürəm və ümumiyyətlə xoşuna gəlmirəm. 4. Təəssüf. Mənə laqeyd olduğun halda səninlə olmaq istəyim məni utandırır. Tez-tez dilxor olmağıma görə narahatam. Zəhlətökən görünürəmsə məni bağışla. İncə hisslərimin çatışmadığına kifayət qədər güzəştə gedə və yumşaq ola bilmədiyimə görə təəssüf edirəm. Vaxtını mənimlə keçirtmək istəməyəndə səninlə soyuq olduğuma görə məni bağışla. Sənə daha bir şans vermədiyim üçün təəssüf edirəm. Sevginə şübhə etdiyim üçün məni bağışla. 5. Sevgi. Mən həqiqətən səni sevirəm. Manqonu da ona görə gətirmişdim. Sənin üçün xoş bir şey etmək istəyirdim. Mən bu axşamı xüsusi bir şəkildə keçirtmək istəyirdim. İndi də istəyirəm. Mənə soyuq yanaşdığın üçün səni bağışlayıram. Mənim hisslərimə cavab vermədiyin üçün də. Başa düşürəm, oxumağa başın qarışmışdı. Gəl özümüzə gözəl bir axşam təşkil edək. Səni sevirəm. Virginia. Mən səndən belə bir cavab eşitmək istərdim. Virginia, mən səni sevirəm. Mən də səninlə gözəl bir axşam keçirtmək istəyirəm. Sənin üçün darıxacam. Baş vermiş mübahisə ilə bağlı sevgi məktubu. Michael və Vanessa maliyyə məsələlərinə görə mübahisə etmişdilər. Cəmi bir neçə dəqiqə. Michael hiss edəndə ki, qışqırmağa başlayır, susmuş, dərindən nəfəs almış və demişdi: "Hər şeyi götür-qoy etmək üçün mənə müəyyən vaxt lazımdır. Sonra yenidən bu söhbətə qayıdarıq." Bundan sonra o qonşu otağa keçmiş və sevgi məktubu yazmışdı.
Geri qaydanda Michael məsələnin həllinə daha ağıllı yanaşmaq iqtidarında idi. Onun məktubu belə idi: Əzizim Vanessa, 1. Qıcıq, qəzəb. Sənin hər şeyə belə çılğın reaksiya verməyin məni özümdən çıxartdı. Məni anlaya bilməməyin və söhbət zamanı sakitliyini saxlaya bilməməyin hələ də məni qıcıqlandırır. Sənin həddindən artıq həssas və küsəyan olmağın məni əsəbləşdirir. Sən mənə inanmayanda və özündən itələyəndə hirslənirəm. 2. Kədər, qüssə. Mübahisə etdiyimizə görə çox narahatam. Mənə inanmadığını görmək çox kədərlidir. Sənin sevgini itirmək isə çox acıdır. Aramızda fikir ayrılıqlarının yaranması və bizim mübahisə etməyimiz mənə ağır gəlir. 3. Qorxu, nigarançılıq. Səhv etməkdən qorxuram. İstədiklərimi sənin narazılığına səbəb olmadan edə bilməyəcəyimdən qorxuram. Birdən məni qınayarsan deyə öz hisslərimi səninlə bölüşdürməkdən qorxuram. Səriştəsiz görünəcəyimdən nigaranam. Məni qiymətləndirmədiyindən qorxuram. Sən belə dilxor olanda söhbəti başlamağa qorxuram. Nə deyəcəyimi də bilmirəm. 4. Təəssüf. Xətrində dəydiyim üçün üzr istəyirəm. Səninlə razılaşmadığım üçün də üzr istəyirəm. Soyuq davranışıma görə də məni bağışlamağını xahiş edirəm. Sənin nəzər nöqtəni belə inadla qəbul etmədiyimə görə məni bağışla. İstədiyim şeyi etmək üçün bu dərəcədə tələsməli olduğumu bağışla. Sənin hisslərini anlamadığım üçün təəssüf edirəm. Səninlə belə davranılmasını haqq etməmisən. Səni ittiham etdiyim üçün məni bağışla. 5. Sevgi. Mən səni sevirəm və bunu sübut etmək istəyirəm. Mənə elə gəlir ki, indi sənin hisslərini dinləyə bilərəm. Səni dəstəkləmək istəyirəm. Sənin hisslərinə toxunduğumu hiss edirəm. Sənin narahatlığını əsassız hesab etdiyimə görə məni bağışla. Mən səni ürəkdən sevirəm. Mən hər şeylə razılaşmaq istəmirəm. Mən sənin qəhrəmanın olmaq istəyirəm. İstəyirəm ki, mənimlə qürur duyasan. Özüm qalmaq şərti ilə sənə dəstək verəcəyəm və sənə də belə imkan yaradacağam. Mən səni sevirəm. Bu dəfə səninlə söhbət edəndə mən daha səbirli olacaq və səni anlamağa çalışacağam. Sən buna layiqsən. Mən səni sevirəm. Michael. Cavabında səndən, Michael, mən səni sevirəm. Sənin həssaslığını və anlamaq qabiliyyətini bəyənirəm. İnanıram ki, biz çətinliklərə qalib gələcəyik sözlərini eşitmək istəyirəm. Pərt edici məyusluq və dilxorluqla bağlı sevgi məktubu. Cin Billdən yazılı şəkildə xahiş etmişdi ki, vacib məktubları evə gətirsin. Bu kağız hansısa səbəbdən Billə çatmamışdı. O evə məktublarsız gələndə Cin pərtlik və məyusluq hiss etdi. Bill təqsiri olmasa da Cinin dilxorluğu və məktubların ona lazım olması ilə bağlı şikayətindən özünü günahkar hiss edirdi. Qadın anlamırdı ki, onun bütün şikayətlərini kişi öz ünvanına qəbul edir. Bill artıq özündən çıxmağa və arvadının reaksiyası haqqında fikirləşdiyini söyləməyə hazır idi. Lakin hirslənməmək və axşamı xarab etməmək qərarına gəldi və sevgi məktubuna 10 dəqiqə vaxt sərf etməyə üstünlük verdi. Daha sakit vəziyyətdə geri qayıdaraq arvadını qucaqlayıb dedi: Bu məktubları ala bilmədiyin üçün çox təəssüf edirəm. Sənin yazını mənə çatdırmamaları çox pis oldu. Amma sən məni yenə də sevirsən, elə deyilmi? Cin canı yandığı üçün ərinə minnətdar oldu və axşam pozulmadı. Bill bunları yazmışdı. Əzizim Cin, 1. Qıcıq, qəzəb. Sənin birdən-birə özündən çıxmağın heç xoşuma gəlmir. Məni təqsirləndirməyə başlamağın isə ümumiyyətlə dözülməzdir. Sənin əhvalın məndə qıcıq yaradır. Məni görməyə şad olmamağın məni acıqlandırır. Belə bir hiss yaranır ki, etdiklərim sənin üçün heç vaxt kifayət deyil. İstəyirəm ki, sən mənim səylərimi qiymətləndirəsən və mənim evə gəlməyimə sevinəsən. 2. Kədər, qüssə. Sənin belə dilxor olmağın məni məyus edir. Mənimlə özünü xoşbəxt hiss etməməyin mənə ağır gəlir. Mən isə səni xoşbəxt görmək istəyirəm. İşimizin şəxsi həyatımızda çətinliklər yaratdığını görmək təəssüfləndirici və məyus edicidir. Münasibətlərimizdə olan yaxşı şeyləri qiymətləndirməməyin məni məyus edir. Mən sənə poçtu gətirə bilmədiyindən məyusam. 3. Qorxu, nigarançılıq. Səni xoşbəxt etməyə qabil olmadığımdan qorxuram. Sənin bütün axşam boyu dilxor olacağından narahatam. Sənə müraciət etməyə qorxuram. Mənə sənin sevgin lazımdır, amma ona layiq olmadığımdan qorxuram. Qorxuram ki, qəlbində mənə qarşı kin saxlayasan. 4. Təəssüf. Poçtu gətirmədiyim üçün məni bağışla.
Sənin narazı qaldığına təəssüf edirəm. Bağışla, sənə zəng etmək ağlıma gəlməyib. Səni məyus etmək istəmirdim. İstəyirdim ki, evə dönməyimə şad olasan. Bizim 4 istirahət günümüz var. Mən onları yadda qalan etməyə çalışacağam. 5. Sevgi. Mən səni sevirəm və xoşbəxt olmağını istəyirəm. Başa düşürəm ki, narahat olmaq üçün əsasın var. Anlayıram ki, məni ittiham etmək istəmirsən. Sadəcə səninlə həmrəng və dərdinə şərik olacaq birinə ehtiyacım var. Belə alındığı üçün təəssüf edirəm. Hərdən mən necə hərəkət etmək lazım olduğunu bilmirəm və sənə qarşı haqsız oluram. Amma səni çox sevirəm. Mənim arvadım olduğun üçün çox sağ ol. Sənin ideal olmağına və həmişə hər şeydən razı görünməyinə ehtiyac yoxdur. Mən anlayıram ki, bu poçta görə əsəbləşmisən. Səni sevirəm. Bill. İstərdim ki, Bill, səni çox sevirəm. Mənim üçün etdiklərini qiymətləndirirəm. Şadam ki, sən mənim ərimsən cavabını verəsən. 2-ci mərhələ. Cavab məktubunun yazılması. Sevgi məktubu yazma metodikasının nəzərdə tutduğu 2-ci mərhələ cavab məktubunun tərtib edilməsidir. Özünüzün mənfi və müsbət hisslərini bildirəndən sonra cavab məktubunu yazacağınız 3-5 dəqiqə sizə sonrakı yüngülləşməni gətirəcəkdir. Elə bu məktubda da əriniz və ya arvadınızdan nə eşitmək istədiyinizi bildirəcəksiniz. Bu aşağıdakı qaydada edilir. Təsəvvür edin ki, onlar sizin sevgi məktubunda qeyd etdiyiniz toxunulmuş hisslərinizə sevgi və anlama ilə yanaşmağa qabildirlər. Ərinizin və ya arvadınızın adından özünüzə qısa məktub tərtib edin. Orada öz narahatçılığınızla əlaqədar onlardan nə eşitmək istədiyinizi sadalayın. Burada sizə aşağıdakı kimi giriş sözləri kömək edəcəkdir. Sağ ol ki, mən anlayıram ki, təəssüf edirəm, bağışla, sən layiqsən, mən istəyirəm ki, mən sevirəm. Bəzən cavab məktubunun yazılması sevgi məktubunun yazılmasından daha güclü təsir göstərir. Biz arzu və ehtiyaclarımızı yazmaqla layiq olduğumuz dəstəyə daha həssas oluruq. Sevdiyimiz adamın bizə mehribanlıq və anlayışla cavab verdiyini təsəvvür etməklə onun qarşısında duran məsələni asanlaşdırırıq. Bəzi adamlar mənfi hisslərini çox asanlıqla ifadə edirlər, lakin lazım olan sevgi sözlərini axtarıb tapa bilmirlər. Onlardan hansı reaksiyanın gözlənildiyini bildirən cavab məktubunun yazılması onlar üçün çox əhəmiyyətlidir. Nə dərəcədə böyük daxili müqavimətə üstün gəlməli olduğunuzu hiss edin. Bu sizə belə anlarda ərinizin və ya arvadınızın xeyirxah və isti münasibəti saxlamasının nə dərəcədə çətin olduğunu anlamağa kömək edər. Arvadımız və ya ərimizə nə lazım olduğunu haradan bilməli? Bəzən qadınlar cavab məktubu yazmaqdan imtina edirlər. Hesab edirlər ki, sevdiyi adama nə deməli olduğunu kişi özü bilməlidir. Daxili səs qadına pıçıldayır. Nə arzu etdiyimi ona demək istəmirəm. Əgər mənə doğrudan da sevirsə, bunu özü hiss edəcək. Belə hallarda qadınlar yadlarına salmalıdırlar ki, kişilər Marsdandır və onlar qadına nə lazım olduğunu bilə bilməzlər. Bunu onlara demək lazımdır. Kişi öz planetində qəbul edilmiş normalara uyğun reaksiya verir və burada qadına olan məhəbbətinin dərəcəsi rol oynamır. Əgər Veneranın sakini olsaydı, nə deməli olduğunu bilərdi. Kişilər qadının hisslərinə necə reaksiya göstərməyi doğrudan da bilmirlər. Bizim mədəni və ailə ənənələrimiz əksər hallarda onları buna öyrətməyib. Cavab məktubları kişilərə, qadınlara nə lazım olduğunu izah etmək üçün gözəl üsuldur. Kişi görsəydi ki, anası dilxor olanda atası ona isti və canıyanan münasibət göstərir, qadına nə lazım olduğunu daha dəqiq təsəvvür edə bilərdi. Lakin lazımi bilik və təcrübəsi olmadığından necə davranmaq lazım olduğunu bilmir. Cavab məktubları qadınlara nə lazım olduğunu kişilərə göstərmək üçün ən yaxşı üsuldur. Tədriclə kişi qadının hisslərinə uyğun cavab verməyi öyrənəcək. Hərdən qadınlar məndən soruşurlar. Mən ona nə istədiyimi desəm, o da mənə eyni ilə cavab versə, sözlərinin səmimi olduğunu hardan bilim? Bu vacib sualdır. Kişi qadını sevmirsə, onu dəstəkləmək üçün heç cəhd də göstərməyəcək. Əgər qadının arzuladığına uyğun cavab verməyə çalışırsa, çox güman ki, səmimidir. Onun sözləri tam aydın görünmürsə, deməli kişi bu məharəti öyrənməyə başlayıb. Yeni qaydada reaksiya göstərməyi öyrənmək o qədər də asan deyil. Çətinliklər onu bu işdən uzaqlaşdıra bilər. Nəticədə böhran vəziyyəti yarana bilir.
Kişiyə həmişəkindən artıq təqdir və dəstək lazım olur. Ona düz yolda olduğunu anlamaq üçün əks əlaqə lazımdır. Yardım almaq üçün ərinizə və ya arvadımıza təkcə bizə lazım olanı göstərmək kifayət deyil. Biz bu yardımı qəbul etməyə də hazır olmalıyıq. Cavab məktubları hazır olduğumuzu təsdiqləyir. Əks halda ünsiyyət arzu edilən nəticəni verməyəcək. Görkəminizdən heç bir söz mənə özümü yaxşı hiss etməyə kömək edə bilməz sözlərinin yağdığı halda küsülərinizi bölüşdürmək nəinki səmərəli deyil, həm də sizin yaxın adamınızın heysiyyəti üçün ağrılıdır. Belə anlarda ümumiyyətlə söhbətdən çəkinmək daha yaxşıdır. Sevgi və cavab məktublarının bir nümunəsinə baxaq. Cavabın da postskriptum yazıldığına, lakin bu bölmənin əvvəlki misallardakından böyük olduğuna diqqət yetirin. Kömək istəyinə cavab verməməklə əlaqədar yazılmış sevgi və cavab məktubları. Terezanın əri Pola kömək haqqında müraciətləri kişinin müqavimətinə rast gəlir. Onların Pola əziyyət verməsi təəssüratı yaranır. Əzizim Pol, 1. Qıcıq, qəzəb. Mən əsəbləşirəm, çünki mənə öz köməyini təklif etmirsən. Kömək etmək istəyinin olmaması məni acıqlandırır. Səndən həmişə xahiş etməyin lazım gəlməsi məni hissləndirir. Mənsə sənin üçün hər şey edirəm. Mənə sənin köməyin lazımdır. 2. Qüssə, kədər. Mənə kömək etmək istəməməyin xətrimə dəyir və özümü tənha hiss etmək çox kədərlidir. Biz gərək birgə daha çox çalışaq. Mənə sənin dəstəyin çatışmır. 3. Qorxu, nigarançılıq. Mən səndən kömək istəməyə qorxuram. Qəzəblənəcəyindən qorxuram. Narahatam ki, imtina edərsən və bu məni ağrıdar. 4. Təəssüf. Bağışla ki, mən belə tez-tez narazı qalır və inciyirəm. Öz xahişlərimlə səni bezdirib, sonra da qınayıram. Səni lazımınca qiymətləndirmədiyimi etiraf edirəm. Bağışla ki, özüm çox şey edirəm, səndən də eyni şeyi tələb edirəm. 5. Sevgi. Mən səni sevirəm. Bilirəm ki, gücün çatan hər şeyi edirsən. Sənə kömək üçün müraciət edəndə daha yumşaq olacam. Sən gözəl, sevən atasan. Səni sevirəm. Tereza. Mən səndən belə bir cavab almaq istəyərdim. Əzizim Tereza, məni belə sevdiyin üçün çox sağ ol. Səmimiyyətinə görə də sağ ol. Anladım ki, özümü xahişlərin mənə yük olurmuş kimi aparmağın sənin xətrinə dəyir. Kömək etmək istəyimin olmamasının səni incitdiyini başa düşdüm. Bağışla ki, sənə öz köməyimi az-az təklif edirəm. Sən köməyə layiqsən və mən sənə daha artıq kömək etmək istəyirəm. Mən səni ürəkdən sevirəm və mənim arvadım olduğun üçün xoşbəxtəm. Məhəbbətlə, Paul. 3-cü mərhələ. Ərinizi və ya arvadınızı məktublarınızın məzmunu ilə tanış edirsiniz. Belə tanışlıq aşağıdakı səbəblərdən vacibdir. Bu, arvadınıza, ərinizə sizi dəstəkləmə imkanı verir. Sizi anlayacaqlarına ümidiniz artır. Siz ərinizə və ya arvadınıza nəzakətli formada əks əlaqə təklif edirsiniz. Bu, qarşılıqlı əlaqələrin yaxşılaşmasına kömək edir. Bu, mənəvi yaxınlığı möhkəmlətmək və ehtirası qoruyub saxlama imkanı verir. Sizin əriniz və ya arvadınız sizin üçün nəyin əhəmiyyətli olduğunu öyrənmək imkanı əldə edir. Ər-arvad kəsilmiş ünsiyyəti bərpa etmək perspektivi qazanır. Mənfi hissləri eyni cür başa düşməyi öyrənirik. Ər-arvad bir-birini bu məktublarla 5 müxtəlif üsulla tanış edə bilər. Bizim nümunələrimizdə məktubun müəllifi kimi qadın çıxış edir. Lakin eyni prinsiplər kişi üçün də yararlıdır. 1. Kişi qadının məktublarını onun yanında oxuyur. Sonra qadının əllərini əlinə alıb məktubdakı istəkləri nəzərə almaqla sevgi dolu cavab verir. 2. Kişiyə məktubları qadın oxuyur. Kişi qadının əlini nəvazişlə əlinə götürüb məktubda sadalanan arzuları nəzərə almaqla cavab verir. 3. Kişi əvvəlcə qadının cavab məktubunu, sonra isə sevgi məktubunu oxuyur. Kişi necə reaksiya göstərməli olduğunu bildikdə, mənfi hissləri qəbul etmək onun üçün asanlaşır. Kişi ondan nə istənildiyini biləndə ruhi tarazlığını itirmir. Qadının sevgi məktubunu oxuyandan sonra kişi qadının əllərini əlinə alır. Arzularını nəzərə almaqla ona sevgi dolu cavabını verir. 4. Əvvəlcə qadın kişiyə cavab məktubunu oxuyur. Sonra kişi qadının sevgi məktubunu ucadan oxuyur. Sonra kişi qadının əllərindən tutub ona nə lazım olduğunu bilərək sevgi dolu cavab verir. 5. Qadın məktubları 24 saat ərzində məzmunu ilə tanış olması üçün kişiyə verir.
Sonra kişi qadına təşəkkür edir və arvadının əllərindən tutaraq söylənmiş istəkləri nəzərə almaqla cavab verir. Əriniz və ya arvadınız sizin məktubunuza sevgi dolu cavab verə bilmirsə, nə etməli? Keçmişin təcrübəsi bəzi kişi və qadınlara sevgi məktubunu qavramağı çətinləşdirir. Belə hallarda onların məktubu oxumaq istəyəcəyi az ehtimallıdır. Məktuba qulaq asmağa razı olsalar belə, bəzən ona sevgi dolu reaksiya verə bilməyəcəklər. Nümunə kimi Paul və Terezanın münasibətləri üzərində dayanaq. Paul arvadının məktublarını dinlədikdən sonra isti hisslər keçirtmirsə, deməli həmin vaxt sevgi ilə cavab verməyə qabil deyil. Lakin müəyyən vaxtdan sonra hissləri dəyişəcək. Oxuma prosesində onu qəzəb və ağrı, hətta özündən çıxmaq hissləri bürüyə bilər. Belə hallarda ona eşitdiklərini götür-qoy etmək üçün vaxt tələb olunur. Hərdən bəzi adamlar sevgi məktublarında ancaq inciklik və qıcığı seçirlər. Yalnız sonradan oradakı sevgini qavramağa başlayırlar. Belə hallarda müəyyən vaxtdan sonra yenidən məktuba qayıtmağınız, xüsusilə də təəssüf və sevgi ifadə edilən yerləri özünüzün oxumanız faydalıdır. Bəzən mən arvadımın sevgi məktubu ilə tanışlığı sevgi bölməsindən başlayıram. Sonra məktubun qalanını oxuyuram. Oxuyandan sonra kişidə qıcıq yaranırsa, o da öz növbəsində sevgi məktubu tərtib edə bilər. Bu ona yaranmış mənfi hisslərin öhdəsindən gəlməyə kömək edər. Bəzən arvadım sevgi məktubunu mənimlə bölüşməyənə qədər narahatlığımın səbəbini anlaya bilmirəm. Onda başa düşürəm ki, mənim də yazacağım mövzular var. Mən öz məktubumu tərtib etməklə yenidən isti hissləri duymaq imkanı qazanıram. Və arvadımın məktubunu yenidən oxuyanda incikliyin müvəqqəti olaraq pərdələdiyi sevgini sevinclə hiss edirəm. Kişi təxirə salmadan sevgi dolu cavab verə bilmirsə, əmin olmalıdır ki, arvadı hər şeyi fikirləşmək üçün ona vaxt lazım olduğunu anlayır. Ola bilsin ki, arvadına dəstək olmaq üçün məktubun üçün çox sağ ol. Mən bunları götür-qoy edim, sonra söhbət edək kimi şeylər deməlidir. Vacib olan odur ki, sözlərində məktubla bağlı tənqid səslənməsin. Məktublarla tanış olmaq münaqişə üçün zəmin yaratmalı deyil. Yuxarıda nəzərdə keçirilən məsləhətlər qadın çətinlik çəkəndə və kişinin məktubuna sevgi dolu cavab verə bilməyəndə də yarayır. Adətən mən ər-arvada yazmış olduqları məktubları ucadan oxumağı tövsiyə edirəm. Bu onlara dinlədildiklərini və başa düşüldüklərini hiss etməyə kömək edir. Sizə nəyin daha uyğun olduğunu təcrübə deyəcək. Sevgi məktubunu alanda nəzakətin gözlənilməsinin zəruriliyi. Sevgi məktubunun göndərilməsi müəyyən risklə bağlıdır. Özünün səmimi hisslərini açan insan tez inciyən olur və məktubunun rədd edilməsi onu möhkəm ağrıda bilər. Belə məktubların məqsədi qəlblərimizi bir-birinə açmaq və ruhi yaxınlıqları daha güclü hiss etməkdir. Buna məktubla tanışlıq zamanı həssaslıq və nəzakət göstərməklə nail olmaq olar. Məktubu alan, onu yazanın hisslərinə hörmət etməlidir. Məktubun ünvanlandığı şəxs həmin an yardım etməyə qabil deyilsə, məktubun oxunmasını bunu edə biləcəyi vaxta qədər təxirə salsa yaxşıdır. Məktubu göndərmək və almaq prosesi dəqiq müəyyən edilmiş məqsəd daşımalıdır. Onun yazılması və oxunması zamanı aşağıdakı 2 hüquqi sənədi rəhbər tutmaq lazımdır. Sevgi məktubunun yazılması və oxunmasının məqsədi haqqında bəyanat. Məktubu müsbət hissləri bərpa etmək və sənə layiq olduğun sevgini vermək məqsədi ilə yazmışam. Bu məqsədə çatmaq üçün sevgimin qabağını alan mənfi hisslərimi qarşında açıram. Sənin iştirakın və anlaman mənə mənfi hisslərdən azad olmağa kömək edər. Hisslərimə laqeyd olmadığına, həssaslıq və nəzakət göstərəcəyinə inanıram. Dinləmək və mənə dəstək vermək istəyini qiymətləndirirəm. Deyilmişlərə əlavə olaraq bu məktubun istəklərim, ehtiyaclarım və məqsədlərimi öyrənməkdə sənə kömək edəcəyinə ümidvar olduğumu bildirirəm. Məktuba qulaq asan aşağıdakı məramları rəhbər tutmalıdır. Sevgi məktubuna qulaq asmağın məqsədi haqqında bəyanat. Sənin narahatçılığının əsaslı olduğunu anlamağı, aramızda olan fərqlərlə razılaşmağı öhdəmə götürürəm. Sənin ehtiyaclarına öz ehtiyaclarım kimi hörmət etməyə, öz narahatçılığını mənimlə bölüşdürməyə və sevgini ifadə etməyə çalışmağını qiymətləndirməyə söz verirəm. İrad tutmadan və hisslərinə sayğısızlıq göstərmədən qulaq asmağa söz verirəm. Hisslərinə laqeyd olmadığım üçün sənə məmnuniyyətlə qulaq asacağam.
Çətinliklərin öhdəsindən gələcəyimizə inanıram. Başlanğıcda sevgi məktublarını yazmaq metodikasını təzə-təzə mənimsəməyə başlayanda, bu bəyanatları ucadan oxumağımız faydalı olacaq. Bu həyat yoldaşınızın hisslərini nəzərə alaraq ona sakit və sevgi dolu cavab verməyə kömək edəcək. Qısa sevgi məktubları. Əgər dilxorsunuz və ya əsl sevgi məktubu yazmaq üçün 20 dəqiqəniz yoxdursa, qısa məktub tərtib edin. Buna 3-5 dəqiqə vaxtınız gedəcək və siz yüngüllük hiss edəcəksiniz. Bir neçə nümunə gətirək. Əzizim Max, gecikməyim məni elə əsəbləşdirdi ki, məni yaddan çıxardığından çox üzülürəm. Məni sevmədiyindən və mənə əhəmiyyət vermədiyindən narahatam. Bağışla ki, səni bağışlamaq çətindir. Mən səni sevir və gecikməyini sənə bağışlayıram. Bilirəm ki, məni doğrudan da sevirsən. Sənə sevgilərlə, Sendi. Əzizim Henry, sənin bu dərəcədə yorğun olmağın məni qıcıqlandırır. Sənin gözünü televizordan ayırmamağın məni özümdən çıxardır. Mənimlə danışmaq istəməməyin xətrimə dəyir. Qorxuram ki, bir-birimizdən uzaqlaşırıq. Səni acıqlandırmaqdan qorxuram. Nahar vaxtı səninlə soyuq olduğuma görə məni bağışla. Problemlərimizdə səni günahlandırdığım üçün bağışla. Mənə sənin sevgin lazımdır. İşlərimin necə getdiyini eşitmək üçün bu axşam və ya yaxın günlərdə mənə vaxt ayıra bilərsənmi? Sənə sevginlə, Leslie. Mən səndən aşağıdakıları eşitmək istəyərdim. Əzizim Leslie, mənə öz hisslərin haqqında yazdığına görə sağ ol. Mənim üçün darıxacağını, bir yerdə çox az olduğumuzu anladım. Gəl bugün saat 8 ilə 9 arası hardasa söhbət edək. Səni sevən Henry. Sevgi məktubları nə vaxt yazılır? Bunu əsəbləşəndə və yüngülləşmək istəyəndə etmək lazımdır. Belə məktubların bəzi növləri bunlardır. 1. Yaxın adama məktub. 2. Dosta, uşağa və ya ailə üzvünə məktub. 3. Həmkara və ya müştəriyə məktub. Sevirəm sözünün əvəzinə dəyərləndirirəm və ya hörmət bəsləyirəm yazmaq olar. Əksər hallarda bu məktubları poçta salmağa məsləhət bilmirəm. 4. Öz ünvanına məktub. 5. Tanrıya və ya ali qüvvəyə məktub. Öz həyəcanlarınızı Tanrı ilə bölüşün və ondan yardım diləyin. 6. Rolları dəyişməklə sevgi məktubu. Hər hansı adamdan xahiş etmək sizin üçün çətindirsə, özünüzü onun yerinə qoyub, onun adından özünüzə məktub yazın. Bağışlamaq qabiliyyətinizin nə dərəcədə sürətlə artacağına heyrət edəcəksiniz. 7. Məktub div. Bərk qəzəblənibsizsə, ürəyiniz kinlə, ittiham etmək və cəzalandırmaq hissləri ilə doludursa, öz halınızı məktubda əks etdirin. Sonra onu yandırın. Hər ikinizin mənfi hisslərinin öhdəsindən gələ bildiyiniz hallar istisna olmaqla məktubu öz yarınıza göstərməyin. Div məktublar belə hallarda müsbət rol oynaya bilərlər. 8. Keçmişə məktub. İndiki zamanın hadisələri sizi tarazlıqdan çıxardır. Keçmişdə özünüzə çıxış tapmamış hissləri yada salırsa, həmin vaxtlara qayıtmış olduğunuzu təsəvvür edin. Valideynlərinizdən birinə məktubla müraciət edin. Dərdlərinizi bölüşdürün və kömək xahiş edin. Sevgi məktubları yazmaq niyə vacibdir? Bütün kitab boyu qeyd etmişik ki, qadın üçün həyəcanlarını bölüşmək imkanına malik olmaq, onu sevdiklərini, anladıqlarını, ona hörmət etdiklərini hiss etmək son dərəcə vacibdir. Kişilər üçün də təqdir, güzəşt və inam çox böyük əhəmiyyətə malikdir. Münasibətlərdə ən böyük problem o vaxt yaranır ki, qadın öz narahatlıqlarından danışır, kişiyə isə bunun nəticəsində elə gəlməyə başlayır ki, onu sevmirlər. Kişi qadının sözlərində qınaq, tələb, ittiham, hiddət və inciklik eşidir. Kişi qadının hisslərinə etina etməyəndə qadına elə gəlir ki, onu sevmirlər. Qarşılıqlı münasibətlərin uğuru bütövlükdə iki amildən asılıdır. Kişinin qadına qulaq asmaq, onun hisslərinə sevgi və hörmətlə yanaşmaq qabiliyyətindən və qadının öz narahatçılığını mehriban və nəzakətli formada bölüşdürmə bacarığından. Qarşılıqlı münasibətlər ər və arvadın dəyişən hiss və ehtiyaclarına bir-birinə deməsini nəzərdə tutur. Tam qarşılıqlı anlaşmanın əbədi olaraq davam edəcəyini düşünmək sadəlövhlükdür. Lakin bu münasibətləri təkmilləşdirmək üçün zəngin imkanlar mövcuddur. Gerçək perspektivlər. Kişi və qadın arasında ünsiyyətin həmişə asan olacağını gözləmək düzgün deyil. Bəzi hissləri tərəfdaşın heysiyyatına toxunmadan ifadə etmək çox çətindir. Aralarında gözəl münasibətlər olan bir çox cütlər bəzən ümidsiz olaraq hər iki tərəfi razı salan
universal ünsiyyət üsulu tapmağa çalışırlar. Başqa adamın nəzər nöqtəsini, xüsusən də xoşagəlməz şeylərdən danışırsa, anlamaq asan deyil. Eləcə də hisslərinizə toxunulubsa, başqasına hörmət və nəzakət göstərmək çətin işdir. Bəzi cütlər bir-birini anlaya bilməməyi səhvən bir-birini kifayət qədər sevməmələri ilə izah edirlər. Əlbəttə bu məsələdə sevgi çox mühümdür. Lakin ünsiyyət qurmaq və anlamaq bacarığı daha ciddi rol oynayır. Xoşbəxtlikdən bu bacarığa yiyələnmək mümkündür. Biz ünsiyyət qurmağı necə öyrənirik? Açıq və qarşılıqlı anlaşma mühitinə malik ailələrdə böyüsəydik, problemsiz ünsiyyət bizim üçün təbii bir şey olardı. Lakin keçmiş nəsillərdə zərif münasibətlər mənfi hisslərin ifadəsindən imtina edilməsini nəzərdə tuturdu. Onlar uzağa gizlədilməli, olan utanılmalı bir şey kimi hesab edilirdi. Daha az mədəni ailələrdə mənfi hisslərin yaratdığı hərəkətlər ünsiyyətdə sevginin təzahürü hesab edilə bilərdi. Fiziki cəza və sözlə təhqir bunlara aiddir. Bütün bunlar güya uşağa yaxşını pisdən ayırmağa kömək etmək üçün edilirdi. Əgər valideynlərimiz mehribancasına ünsiyyət qurmağa bacarsaydılar və mənfi hisslərini boğmasaydılar, biz hələ uşaqlıqdan yoxlama və səhv üsulu ilə düzgün ünsiyyət bacarığına yiyələnə bilərdik. Müsbət nümunələrdən düzgün ünsiyyət qurmaq bacarığına yiyələnərdik, xüsusən də mənfi reaksiya doğura biləcək mürəkkəb hissləri necə ifadə etməyi öyrənərdik. Nəticədə 18 yaşında biz artıq bunları ləyaqət və nəzakətlə edə bilərdik. Onda sevgi məktublarını yazmağa ehtiyac qalmazdı. Bizim keçmişimiz başqa cür olsaydı. Bu halda biz həyəcanlarını bölüşən anamıza, atamızın canıyananlıq və anlaşma ilə qulaq asdığını müşahidə edə bilərdik. Hər gün sevən ərin arvadına olan həssas, qayğıkeş və diqqətcil münasibətinin şahidi olardıq. Anamızın atamızı qınamadan və ittiham etmədən onunla öz hissləri haqqında sərbəst və səmimi söhbətini müşahidə edərdik. Öz təcrübəmizdən bilərdik ki, insan əsəbləşə də bilər. Lakin bu zaman inamsızlığı, ittihamı, təkəbbürü, yadlaşmağı, soyuqluğu və emosional təzyiqi başqasını özündən uzağa itələməyə də bilərdi. 18 il ərzində biz yerimək, oxumaq, yazmaq, sonra isə çek kitabçamızda hesablamalar aparmağı öyrəndiyimiz kimi hisslərimizi idarə etməyi də öyrənərdik. Bu qazanılmış vərdiş olardı. Lakin çoxlarımız üçün şərait tamamilə başqa olmuşdu. Biz səmərəsiz ünsiyyət vərdişləri əldə etməklə böyümüşük. Hisslərimizi ifadə etmək üçün kifayət qədər biliyimiz olmadığından, mənfi hisslərin təsiri altında olanda, xeyirxah və ləyaqətli tərzdə ünsiyyət qurmaq bizim üçün çətin, bəzən də imkansız bir məsələyə çevrilir. Bunun nə qədər çətin olduğunu anlamaq üçün aşağıdakı suallara verəcəyiniz cavabları təhlil edin. 1. Uşaq və ya yeniyetmə yaşlarında valideynlərinizin mübahisəsini və ya qarşılıqlı razılaşma əsasında mübahisələrdən yan keçməsini müşahidə etmisinizsə, qəzəb və ya inciklik hiss edəndə sevginizi necə ifadə edirsiniz? 2. Valideynləriniz onlara qulaq asmağınız üçün qışqırma və cəzalandırmadan istifadə ediblərsə, uşaqlarınızın sizi dinləməsinə necə nail olursunuz? 3. Uşaqlıqda dəfələrlə etinadsızlıq və anlanmama kimi hallarla rastlaşmısınızsa, köməyi necə istəyirsiniz? 4. İçinizdə rədd edilmək qorxusu yaşayırsa, öz hisslərinizi ifadə etmək sizə çətin olmayacaq ki. 5. Hissləriniz sizə nifrət edirəm deyəndə, əriniz və ya arvadınızla necə ünsiyyətdə olursunuz? 6. Uşaqlıqda sizi etdiyiniz səhvlərə görə cəzalandırırdılarsa, bağışla məni demək sizin üçün asandırmı? 7. Sizdən üz döndəriləcəyindən qorxursunuzsa, səhvlərinizi boynunuza alacaqsınızmı? 8. Uşaq vaxtı küsəndə və ağlayanda sizi daim danlayıblarsa, hisslərinizi sərbəst ifadə edə biləcəksiniz? 9. Uşaq vaxtı sizə həmişə çox şey istəməyin düzgün olmadığını eşitdiriblərsə, lazım olan şeyləri istəmək sizə çətin olmayacaq ki. 10. Valideynlərinizin sizin nə narahat etdiyini öyrənmək məqsədi, bunun üçün vaxtı və səbri olmayıbsa, öz hisslərinizi götür-qoy edə biləcəyinizi gözləmək olarmı? 11. Uşaq vaxtı sevgiyə layiq olmaq üçün sizdən ideal olmaq tələb edilirdisə, ərinizin və ya arvadınızın çatışmazlıqlarına güzəşt edə biləcəksiniz? 12.
Hisslərinizə heç kim etina etmirdisə, əriniz və ya arvadınızın sizinlə bölüşdüyü ağrılı hisslərə canıyananlıqla qulaq asa biləcəksiniz? 13. Sizi bağışlamırdılarsa, siz bağışlamağı bacaracaqsınız? 14. Uşaqlıqda sizə daim "Bəs də ağladın. Sən nə vaxt böyük adam olacaqsan? Balaca uşaqlar ağlayıb" deyiblərsə, dərdinizi unutmaq və ağrınızı yüngülləşdirmək üçün göz yaşlarınıza sərbəstlik verib hönkür-hönkür ağlaya bilərsiniz. 15. Uşaq vaxtı siz ananızın xətrinə dəyməklə günahlandırıblarsa, yalnız sonradan bu işdə təqsiriniz olmadığını anlamısınızsa, həyat yoldaşınızın məmnun olmamasını anlaya biləcəksiniz. 16. Uşaq vaxtı atanız və ya ananız öz pərtlik və məyusluğunun hayfını sizdən acıqlanmaq və hirslənməklə çıxıblarsa, ərinizin və ya arvadınızın qəzəb və hirsini anlaya biləcəksiniz. 17. Uşaq vaxtı sadəlövhlüklə etibar etdiyiniz adam sizi satıbsa, öz yarınızla səmimi olub ona etibar edə biləcəksinizmi? 18. 18 yaşına qədər başa düşülməmək və rədd edilə bilmək səbəbindən heç kimlə öz hissləriniz haqqında danışmamısınızsa, öz hissləriniz haqqında açıq danışıb, eyni zamanda başqalarının hisslərini nəzərə ala biləcəksinizmi? Bütün bu suallara bir cavab var. Anlama, dərdinə şərik olma, xeyirxahlıq göstərməklə ünsiyyətdə olmaq bacarığına yiyələnmək olar. Lakin bunun üçün səy etmək lazımdır. Biz 18 illik diqqətsizliyi və başa düşülməməyi tarazlaşdırmalıyıq. Valideynləriniz nə qədər müsbət xüsusiyyətlərə malik olsalar da ideal insan yoxdur. Ünsiyyətdə problemlər yaranırsa, bunu qaçılmaz talihsizlik hesab etməyin. Bunda ərinizi və ya arvadınızı günahkar saymayın. Hər şey biliklərin qıtlığı, təcrübəsizlik və hisslərinizi sərbəst ifadə etmək imkanının olmaması ilə izah olunur. Yuxarıda sadalanmış sualları oxuyarkən, daxilinizdə bu və ya digər hisslərin necə oyanmağa başladığını hiss edəcəksiniz. Köhnə yaraları sağaltmaq üçün yaranmış imkanı əldən verməyin. 20 dəqiqə vaxt ayırın və valideynlərinizdən birinə ünvanlanmış sevgi məktubu yazın. Belə məktubları yazmaq üçün gətirilmiş nümunələrdən istifadə edin. Yoxlayın və bunun nə qədər səmərəli olduğuna mat qalacaqsınız. Hisslər dəstinin ifadə edilməsi. Sevgi məktublarının səmərəsi ondadır ki, sizə fikrinizi sona qədər deməyə və hisslərin bütün dəstini ifadə etməyə imkan verir. Onlardan yalnız bəzilərinə toxunulduqda arzu edilən yüngülləşmə baş vermir. Misallara baxaq. Diqqətinizi qəzəb hissinizin təhlili üzərində cəmləsəniz, əhvalınız çətin ki, yaxşılaşa. Qəzəbiniz hətta arta da bilər. Onun üzərində nə qədər çox dayansanız, o qədər çox hirslənəcəksiniz. Yalnız kədər və qüssə üzərində dayansanız, axıtdığınız göz yaşları yüngüllük əvəzinə sizə boşluq hissi gətirəcək. Təkcə qorxu və şübhə haqqında düşünməyə başlasanız, narahatlıq sizi tərk etməyəcək. Daim nə haqqındasa heyfslənsəniz, sizdə günah və utanmaq hissi yarana bilər. Bu isə ləyaqət hissinizi yaralaya bilər. Yalnız müsbət hissləri göstərməyə çalışmaq sizi mənfi hissləri boğmağa vadar edə bilər. Bu isə zaman keçdikcə həssaslığın itirilməsinə gətirə bilər. Sevgi məktublarının yazılmasının müsbət təsiri onlarda hisslərinizin bütün dəstini ifadə etməyinizdədir. Qəlb ağrısından can qurtarmaq üçün onun 4 cəhətinin hamısını hiss etmək lazımdır. Bunlar qəzəb, qüssə, qorxu və təəssüfdür. Sevgi məktubları niyə səmərəlidir? Qəlb ağrısını müəyyən edən bu 4 hissdən hər birini ifadə etməklə biz ondan canımızı qurtarırıq. Biri və ya ikisi ilə kifayətlənsək, arzu etdiyimiz təsiri əldə edə bilməyəcəyik. Bu onunla izah edilir ki, çox vaxt bizim mənfi reaksiyamız hissin özü deyil, həqiqi hissləri ifadə etməkdən qaçmağa imkan verən cavab reaksiyasıdır. Misalları gözdən keçirək. 1. Tez qızışmağa başlayan insanlar özlərini küsü, qüssə, qorxu və ya təəssüf hissindən qorumağa çalışırlar. Lakin onlar qəlblərində daha müdafiəsiz yer görəndə hissləri keçəcək, ürəkləri isə yumşalacaq. 2. Tez ağlayan insanların qəzəblənməyi çətin olur. Lakin onlara öz qəzəblərini ifadə etməyə yardım göstərilsə, bu yüngüllük gətirər və onlarla ünsiyyət qurmaq asanlaşar. 3.
Özünü daim təhlükədə hiss edənlər qəzəblərini hiss etməli və bayıra tökməlidirlər. Onda onların bütün qorxu və nigarançılığı keçəcək. 4. Tez-tez təəssüf və günah hissi duymağa meyilli olan insanların küsü və acığını ifadə etməsinə ehtiyac var. Onda onların şəxsi ləyaqət hissi güclənəcək. 5. Həmişə xeyirxah olmağa, yalnız müsbət emosiyalarını üzə çıxartmağa çalışan, lakin bu zamanda təəccüblü də olsa, üzüntü və ruh düşkünlüyü hiss edənlər özlərinə aşağıdakı sualı verməlidirlər. Mən məyus və ya əsəbləşmiş olsaydım nə hiss edərdim? Bu suala cavab verməklə onlar üzüntü və ruh düşkünlüyünün arxasında gizlənmiş hisslərə yol aça biləcəklər. Sevgi məktubları bunun üçün də istifadə edilə bilir. Bir hiss digərini necə gizlədə bilər? Qəlb ağrısını zəiflətmək üçün kişi və qadınların mənfi emosiyalardan necə istifadə etdiklərini göstərən bir neçə misala baxaq. Bu prosesin sövq təbii getdiyini nəzərə alın. Bəzən nə baş verdiyini özümüz də dərk etmirik. Aşağıdakı suallar üzərində fikirləşin. Bəzən əsəbləşmiş olduğunuz halda gülümsəyirsinizmi? Qəlbinizin dərinliyində qorxu hiss edə-edə qəzəb ifadə etmisinizmi? Möhkəm xətrinizə dəyilibsə və ya kədərlisinizsə, zarafat edib gülə bilirsiniz və bunları edərsinizmi ümumiyyətlə? Təqsir və qorxu hiss edəndə bunda başqalarını günahlandırmağa meyilli olmusunuz? Əsil hisslərimizi hansı yolla ört-basdır edirik? Aşağıda kişilər və qadınların öz həqiqi hisslərindən hansı yolla imtina etmələrini göstərən cədvəl verilib. Bu məlumatlar bəzən bizə öz hisslərimizi tanımadığımızı daha yaxşı anlamağa kömək edir. Kişilər öz ağrılarını necə gizlədirlər? Qadınlar öz ağrılarını necə gizlədirlər? Kişi məyusluq, xətrinə dəyilmə, qüssə, günah və qorxu kimi ağrılı hissləri keçirtməmək üçün qəzəb ifadə edə bilər. Qadın qəzəb, günah, qorxu, pərişanlıq kimi ağrılı hisslərdən qaçmaq üçün narahatlıq və həyəcan ifadə edə bilər. Kişi qəzəbini laqeydlik və diqqətsizlik pərdəsi arxasında gizlədə bilər. Qadının utanması və karıxmasının arxasında isə qəzəb, qıcıq və pərişanlıq gizlənə bilər. Kişi ona edilmiş haqsızlığın ağrısını duymamaq üçün özünü qıcıqlanmış və ya təhqir edilmiş göstərə bilər. Qadın xəcalət, qəzəb, qüssə və təəssüf hisslərindən qaçmaq üçün özünü pis hiss etməyini əsas gətirə bilər. Kişi qorxu və inamsızlıq hiss etməmək üçün qəzəb ifadə edə və haqlı olduğunda təkid edə bilər. Qadın qəzəbdən, ona edilmiş haqsızlıqdan və kədərdən yan ötmək üçün qorxu və özünə inamsızlıq göstərisindən istifadə edə bilər. Kişi arxasında güclü dilxorluq və qəzəb gizlənən xəcalət hissi keçirdə bilər. Qadın qəzəb və qorxu hiss etməmək üçün dərd və yaxud məyusluq ifadə edə bilər. Kişi qəzəb, qorxu, məyusluq və xəcalət hissinin üzə çıxmasına imkan verməyərək sakitliyini saxlayır. Qadın qəzəb, qüssə, acı və kədər hiss etməmək üçün ümidlə yaşayır. Kişi özünün səriştəsizliyini göstərməmək üçün özünə inam nümayiş etdirir. Qadın qüssə və pərişanlıq hiss etməmək üçün özünü minnətdar və xoşbəxt göstərə bilər. Kişi qorxu hissini gizlətmək üçün aqressivlik ifadə edə bilər. Qadın ağrı və qəzəb hiss etməmək üçün sevgi və yumşaqlıq göstərə bilər. Mənfi hisslərdən necə azad olmalı? Mənfi hissləriniz diqqətsiz və anlayışsız qalıbsa, başqa adamın uyğun hisslərini anlamaq və qəbul etmək çətindir. Uşaq vaxtı gerçəkləşdirilməmiş hisslərimizdən azad olmaq bacarığına nə qədər yaxşı yiyələnsək, öz hiss həyəcanlarımızı ləyaqətlə bölüşmək və başqalarını səbirsizlik göstərmədən, incimədən, pərişan olmadan dinləmək o qədər asan olacaq. Qəlbinizin ağrısına münasibətdə nə qədər çox müqavimət hiss edirsinizsə, müsahibə, qulaq asmağınız o qədər çətin olacaq. Başqası uşaq vaxtı keçirdikləri hissləri sizə danışanda səbirsizlik və dözümsüzlük göstərirsinizsə, bu sizin özünüzə olan münasibətinizin parlaq nümunəsidir. Öz hisslərimizə yeni, fərqli yanaşmanı öyrənmək üçün özümüzün valideyninə çevrilmək zəruridir. Biz daxilimizdə böyük adam ağlımızın bunun üçün səbəb olmadığını dedikdə belə həyəcanlanan emosional varlığın mövcud olduğunu qəbul etməliyik.
qəlbimizin bu emosional hissəsini ayırıb ona sevən valideyn kimi münasibət bəsləməliyik. Özümüzdən soruşmalıyıq. Nə olub? Bu sənə toxunmadı, səni yaralamadı? Nə hiss edirsən? Səni nə məyus edib? Niyə əsəbləşirsən? Nəyə görə qəmlisən? Səni nə narahat edib qorxu yaradır? Sən nə istəyirsən? Öz hisslərimizə bir valideyn kimi qulaq asa bilsək, mənfi hisslər bizi tərk edəcək. Biz insanlarla daha xeyirxah tərzdə və ləyaqətlə ünsiyyətdə ola biləcəyik. Biz özümüzün uşaq mənimizə anlayış göstərməklə özünü sözlərimizdə göstərən ilıq hisslərə avtomatik olaraq yol açırıq. Uşaq vaxtı bizim hisslərimiz başa düşülmüş və qəbul edilmiş olsaydı, böyüyəndə bu qədər ruhi çətinliklərlə qarşılaşmazdıq. Lakin çoxumuz uşaq vaxtı bu cür dəstək görməmişik. Ona görə də bu məsələni özümüz həll etməliyik. Keçmiş bizə necə təsir edir? Yəqin ki, mənfi emosiyaların birdən sizi çulğamasını hiss etmisiniz. Uşaq vaxtı gerçəkləşdirilməmiş hisslərin bizə təsiri ilə bağlı bir neçə misal gətirək. Bu təsir özünü biz yaşlı həyatın gərginlikləri ilə toqquşarkən göstərməyə başlayır. 1. Nəsə bizdə dilxorluq yaradırsa, şəxsiyyətimizin yaşlı, ağıllı hissəsi sakit, sevən və sülhpərvər olmağa məsləhət görsə də, qəzəb və qıcıq hiss etməkdə davam edirik. 2. Pərişan olmuşuqsa, şəxsiyyətimizin yaşlı hissəsi şövq, ümid və xoşbəxtliklə dolu olmalı olduğumuzu desə də, kədər və qüssə bizi tərk etmir. 3. Bizi nə məyus edibsə, qəlbimizin yaşlı hissəsi, inam və minnətdarlıq hissi keçirtməli olduğumuzu desə belə, həyəcan və narahatlıqdan qurtula bilmirik. 4. Biz nədənsə pərt olmuşuqsa, utanmışıqsa, şəxsiyyətimizin yaşlı hissəsindən sakit və özündən razı olmaq göstərişi alsaq belə, xəcalət və təəssüf hissi keçirdirik. Hissləri alkoqolla, spirtli içkilərlə zəiflətmək cəhdləri. Qəribə də olsa, mənfi hisslərdən qaçmaq cəhdi onların bizim üzərimizdə daha böyük hakimiyyətinə gətirir. Biz böyüyəndən sonra mənfi hisslərdən qaçmağa çalışırıq. Ziyanlı vərdişlər vasitəsilə hisslərimizin əzablı fəryadlarını zəiflətməyə, gerçəkləşməmiş ehtiyaclarımızı boğmağa ümid bəsləyirik. Bir qədəh şərab müəyyən müddətdə ağrımızı götürür. Lakin sonra ağrı yeni qüvvə ilə üstümüzə atılır. Qəribə də görünsə, mənfi hisslərdən qaçmağa cəhd etməklə biz onlara öz üzərimizdə daha böyük hakimiyyət veririk. Qəlbimizin dərinliklərindəki hərəkətlərə qulaq asmağı, onları düzgün gerçəkləşdirməyi öyrənməklə isə tədricən bu əsirlikdən qurtuluruq. Biz kefsiz olanda ünsiyyət zamanı arzu edilən nəticəyə nail olmağımız çətinləşir. Bu zaman keçmişdə gerçəkləşdirilməmiş hisslərimiz sanki geri qayıdır. Beləcə də əsəbliyini büruzə verməsi qadağan edilmiş uşağın mənfi hissləri hansısa bir şəkildə təzahür edir və bundan sonra onu cəzalandırmaq üçün ambara salırlar. Gerçəkləşdirilməmiş hisslərimiz bizə vəziyyəti soyuqqanlı qiymətləndirməyə mane olur və ünsiyyəti çətinləşdirir. Və bu, sağlam düşüncəyə zidd görünən bildir ki, hisslərimizə təəssüflə qulaq asmağı bacarmayana qədər davam edəcək. Bu hisslər həyatımıza sağlam düşüncənin bizə xüsusilə lazım olduğu anlarda soxulmaq adətinə malikdir. Mürəkkəb hisslərin ifadə edilməsinin bütün sirri bizim sağlam düşüncə nümayiş etdirib, bu hissləri kağıza yazmaqla müsbət emosiyaları dərk etmək imkanı qazanmağımızdadır. Bizim ərimiz və ya arvadımızla ünsiyyət tərzimiz nə qədər xeyirxah olacaqsa, münasibətlərimiz də o qədər yaxşı olacaq. Mənfi hissləriniz barədə məqbul tərzdə danışa biləcəksinizsə, yarınızın sizə dəstək verməsi əhəmiyyətli dərəcədə asanlaşacaq. Özünə kömək etməyin sirri. Sevgi məktubu özünə kömək etməyin əla üsuludur. Lakin məktubların yazılması adətə çevrilməyəcəksə, siz onlara müraciət etməyi yaddan çıxaracaqsınız. Tutaq ki, sizi nəsə narahat eləyir. Həftədə ən azı bir dəfə oturub belə bir məktub yazmağınızı məsləhət görürəm. Bu, müsbət təsirini, narazılığınız təkcə əriniz və ya arvadınızla münasibətlərlə bağlı olarkən göstərmir. Məktub siz həyəcanlı, pərt, əsəbi olanda, çıxılmaz vəziyyətə düşəndə, küsü, hiddət, yorğunluq hiss edəndə və ya sadəcə gərginlik halında olanda da öz müsbət təsirini göstərəcəkdir.
Yüngülləşmək istəyirsinizsə, sevgi məktubu yazın. Bəlkə də əhvalınızı tam yaxşılaşdıra bilməyəcəksiniz, amma lazımi istiqamətdə əhəmiyyətli dərəcədə irəliləyəcəksiniz. Başqa müəlliflər tərəfindən də hisslərin öyrənilməsinin və sevgi məktublarının yazılmasının əhəmiyyəti haqqında çoxlu sayda kitab və vəsait yazılıb. Belə ədəbiyyatı oxumaq sizə daxili həyəcanlarınızı daha yaxşı anlamağa, onların öhdəsindən uğurla gəlməyə imkan verəcəkdir. Lakin yaddan çıxartmayın ki, hissləriniz çıxmağa mütləq yol tapmalı, anlama və təəssüflə qarşılanmalıdır. Əks halda ruhun sağalması baş verməyəcəkdir. Kitablar sizdə özünüzə daha həssas və böyük sevgi ilə yanaşmaq səyi yarada bilər. Lakin bunu yalnız öz hisslərinizə qulaq asmaq, onları təsvir etmək və ya şifahi şəkildə ifadə etməklə gerçəkləşdirə biləcəksiniz. Sevgi məktublarını tərtib etdikcə siz qəlbinizin sevgiyə ən çox ehtiyac duyan parçasını daha artıq hiss etməyə başlayacaqsınız. Öz duyğularınıza qulaq asmaq və emosiyalarınızı təhlil etməklə ruhunuzun bu hissəsinə böyümək və inkişaf etmək imkanı verəcəksiniz. Kitablar sizdə özünüzü daha çox sevmək meyli yarada bilər. Şəxsiyyətinizin emosional tərəfi arzu etdiyi sevgi və anlamanı anladıqdan sonra sizin ünsiyyət qurmağınız asanlaşacaq. Sizin bu və ya digər həyat situasiyalarına olan reaksiyanız daha sakit və daha xeyirxah olacaq. Bizim içərimizə hisslərimizi gizlətmək, ilk imkanda isə əsəbləşib özündən çıxmaq qoyulubsa da, bu proqramı dəyişmək gücündəyik. Ümidvar olmaq üçün bütün əsaslarımız var. Yenidən öyrənmək üçün heç vaxt başa düşülmək şansı olmamış, həyata keçməmiş hisslərinizə diqqətlə qulaq asmaq və anlayışla yanaşmağınız lazımdır. Ruhun bu hissəsinin ona canıyananlıq göstərilməsinə ehtiyacı var. Onun dərmanı bundadır. Sevgi məktubları yazmaq metodu gerçəkləşməmiş hisslərinizi, eləcə də mənfi hisslərinizi və arzularınızı pisləmə və qınağa rast gəlmədən ifadə etməyin etibarlı üsuludur. Biz hisslərimizə qulaq asanda şəxsiyyətimizin emosional hissəsinə qarşı özümüzü daha ağıllı, həssas və nəvazişlə aparır, ona sevən ata və ananın qucağında ağlayan uşağa yanaşdığı kimi yanaşırıq. Hisslərimizi tam öyrənməklə özümüzə onlara malik olmaq hüququ veririk. Şəxsiyyətimizin uşaq tərəfinə hörmət və sevgi ilə yanaşmaqla keçmişin qəlb yaralarının tədriclə sağalmasına kömək edirik. Əksər uşaqlar öz hisslərindən imtina etdikləri və onları boğduqları üçün çox tez böyüyürlər. Onların çıxış tapmamış qəlb ağrıları isə üzə çıxa, sağala biləcəyi anı gözləyir. Hal-hazırda fiziki nasazlıqların çoxu müalicə edilməmiş qəlb ağrıları ilə əlaqələndirilir. Daim boğulması, örtbasdır edilməsi onları fiziki ağrıya və ya xəstəliyə çevirir və vaxtsız ölümə gətirə bilir. Hər şeydən əlavə bizim ziyanlı meyl, maneə və vərdişlərimizin çoxu qəlb yaralarının olması ilə bağlıdır. Kişi uğur əldə etmək fikrinə mübtəladırsa, bu qəlb ağrısını zəiflətmək, təlaşını yatırtmaq ümidi ilə sevgi əldə etmək üçün etdiyi şiddətli cəhdlərin göstəricisidir. Qadının mükəmməlliyə çatmaq istəyinə mübtəla olması isə öz növbəsində sevgiyə layiq olmaq və qəlb ağrısını gizlətmək üçün etdiyi şiddətli cəhddir. Zəruri olandan artıq edilən hər bir şey keçmişdə təmin olunmamış istəklərin yaratdığı ağrını susturmaq üçün vasitə ola bilər. Cəmiyyətimiz qəlb ağrısını unutmaq üçün çoxlu vasitələr verir. Sevgi məktubları isə bu ağrıya diqqət yetirməyə, onu hiss və müalicə etməyə kömək edir. Siz hər dəfə belə bir məktubu tərtib edən zaman xəstə qəlbinizə onun sağalmağı üçün zəruri olan sevgi və diqqət anlayışını verirsiniz. Təkliyin tənhalığı gücü. Bəzən öz hisslərinizi təklikdə təsvir edəndə həyəcanlarınıza, yanınızda kiminsə olduğu haldakindən daha dərin nüfuz edə bilirsiniz. Tam təklik daha dərindən və qorxu ürküsüz hiss etməyə şərait yaradır. Sizin hər bir şey haqqında danışa biləcəyiniz yaxın adamınız varsa belə, hərdən bir təkliyə çəkilib hisslərinizi kağıza köçürtməyi məsləhət görürəm. Sevgi məktublarını yazmaq həm də ona görə faydalıdır ki, sizə başqalarından asılı olmayaraq özünüzə yardım etmə imkanı verir. Sevgi məktublarını gündəlik formasında yazmağı və ya onları qovluqda saxlamağı məsləhət görürəm.
Məsələni asanlaşdırmaq üçün bu fəslin əvvəlində gətirilmiş nümunələrə müraciət edə bilərsiniz. Belə format sizə sevgi məktubunu hazırlamağın mərhələlərini yadda saxlamağa, giriş ifadələri isə lazım olduqda çətinlikdən çıxmağa kömək edər. Əgər fərdi kompüteriniz varsa, sevgi məktubunun formatını onun yaddaşına daxil edin və daim ondan istifadə edin. Məktub tərtib etmək istəyəndə sadəcə lazımi faylı tapın. Qutaranda isə yaddaşda saxlayın. Məktubunuzu kiməsə göstərmək istəyirsinizsə, kağıza çap edin. Mən məktubları ayrıca qovluqda saxlamağı aşağıdakı səbəblərdən tövsiyə edirəm. Əhvalınız yaxşı olanda onları yenidən oxuyun. Çünki bu yolla öz hisslərinizi daha obyektiv qiymətləndirə biləcəksiniz. Bu obyektivlik gələn dəfə narahat hisslərinizi daha məqbul və layiq tərzdə ifadə etməyə kömək edəcək. Məktubu yazandan sonra narazılıq və həyəcanınız zəifləmədisə, məktubu yenidən oxuyun. Tədriclə yüngüllük hiss edəcəksiniz. Mən xüsusi kompüter proqramı işləyib hazırlamışam. Onun məqsədi insanlara sevgi məktublarının tərtibində öz həyəcanlarını təhlil və xüsusi tərzdə ifadə etməkdə yardım göstərməkdir. Kompüter hisslərinizlə olan əlaqəni duymaq üçün foto şəkillərdən, diaqramlardan və müxtəlif sevgi məktublarının formatlarından istifadə edir. Bu və ya digər emosiyaları ifadə etməyə kömək edəcək giriş ifadələri də təklif edilir. Proqram sizin məktubların yaddaşa daxil edilməsini və həyəcanlarınızı daha tam ifadə etmək lazım gələndə onlara baxmağı nəzərdə tutur. Hissləri ifadə etmək üçün kompüterdən istifadə edilməsi insanların sevgi məktubları yazmağa göstərdiyi müqaviməti dəf etməyə kömək edəcək. Bu əsasən kişilərə aiddir. Lakin onlar kompüterlə tək qaldıqda məsələ kifayət qədər asanlaşır. Ruhi yaxınlığın gücü. Özümüzü sevmək qabiliyyətini inkişaf etdirmək üçün özgəsinin bizi sevməsinə ehtiyacımız var. Təklikdə sevgi məktubu tərtib edirsinizsə, bu artıq öz-özlüyündə müsbət təsir göstərir. Lakin bu proses sizin xeyirxah, diqqətə və anlayışa olan ehtiyacınızı əvəz edə bilməz. Məktub yazanda özünüzə olan sevgini təzahür etdirirsiniz. Başqasını məktubun məzmunu ilə tanış edəndə isə sevgini qəbul edirsiniz. Özümüzü sevmək qabiliyyətini inkişaf etdirmək üçün özgəsinin də bizə olan sevgisinə ehtiyacımız var. Məktubun səmimi üslubu bu hissi müşayiət etdiyi ruhi yaxınlığın möhkəmlənməsinə yardım edir. Sevgi almaq üçün yanımızda öz hisslərimizi sərbəst, açıq, çəkinmədən bölüşdürə, onlardan hər birini aça biləcəyimiz insanlar olmalıdır. Və bu zaman əmin olmalıyıq ki, bu adamlar öz qınaqları, tənqidi ilə qəlbimizi yaralamayacaq. Bizdən üz çevirməyəcəklər. Siz həqiqətdə kim olduğunuzu, hansı hisslər keçirdiyinizi danışa biləndə sevgini daha dolğun mənimsəyə bilirsiniz. Belə sevgi alırsınızsa, narazılıq, qəzəb, qorxu və s. kimi mənfi təzahürlərdən can qurtarmaq asan olur. Bu o demək deyil ki, hiss etdiyiniz və özünüz üçün aydınlaşdırdığınız hər şeyi mütləq demək lazımdır. Danışmağa qorxduğunuz gizli bir şeyiniz varsa, bu qorxulardan müalicə olunmaq lazımdır. Gizli sirlərinizi etibar edə bilsəniz, xeyirxah psixoterapevt və ya yaxın dost sizin üçün sevgi, ruhun şəfası mənbəyi ola bilər. Tutaq ki, siz psixoterapevtin qəbuluna getmirsiniz, lakin yaxın dostunuz var. Məktubları ona oxuyun. Bu böyük fayda verəcək. Təklikdə məktub yazmanız sizə yüngüllük gətirəcək. Lakin bəzən həyəcanlarınızı onlara diqqətlə yanaşan, sizi anlamağa qabil olan adamla bölüşmək vacibdir. Kollektivin gücü. Kollektivin dəstəyinin gücünü təsvir etmək çətindir. Onu hiss etmək lazımdır. Xeyirxah münasibətli və yardım göstərməyə qabil kollektiv gizli hisslərinizlə əlaqələrinizi asanlaşdırmaqda sizə xeyli dərəcədə kömək edə bilər. Əgər siz həyəcanlarınızı qrupla bölüşdürürsünüzsə, deməli daha çox sevgi alırsınız. Kollektivin təsir gücü onun ölçülərinə mütənasib olaraq artır. Bu zaman sizin potensial imkanlarınız da artır. Özünüz danışmasanız belə, başqalarının açıq və səmimi söhbətinə qulaq asanda öz hisslərinizi daha yaxşı anlamağa başlayırsınız. Ölkənin müxtəlif hisslərində seminar apararkən tez-tez qəlbimin dərinliyində eşidilməli və anlanılmalı olan hisslər duyurdum. Dinləyicilərdən hansısa danışmağa başlayanda məndə müəyyən xatirələr oyanır və ya müəyyən assosiasiyalar yaranır. Mən özüm və başqaları haqqında dəyərli təsəvvürlər əldə edirəm.
Hər bir seminarın sonunda mən özümü yüngülləşmiş və daha xeyirxah hiss edirəm. Zəruri olan köməyi göstərmək və ya almaq üçün müntəzəm olaraq hər yerdə kiçik dəstək qrupları toplanır. Onlar problemlərin geniş spektrini əhatə edirlər. Uşaq vaxtı öz fikirlərimizi kollektivdə və ya ailədə açıq ifadə edə bilməmişiksə, dəstək qrupları daha səmərəli olur. Kollektivin hər bir müsbət fəaliyyəti faydalı təsir bağışlayır. Lakin xeyirxah münasibət bəsləyən dəstək qrupunda başqalarına qulaq asmaq və öz dərdini danışmaq onun hər bir üzvü üçün fərdi təsirə malikdir. Mən kişilərə yardım qrupunun iclaslarında müntəzəm olaraq iştirak edirəm. Arvadım Bonnie isə özünün qadın qrupu ilə görüşür. Evimizdən kənarda aldığımız dəstək bizim münasibətlərimizə müsbət təsir göstərir. Bu bizi bir-birimizə yeganə dəstək mənbəyi kimi baxmaq zərurətindən azad edir. Bundan əlavə başqalarının uğuru və uğursuzluğu haqqında eşidəndə öz problemlərimiz bizə daha az ciddi görünür. Özünə qulaq asmaq üçün vaxt ayırmaq lazımdır. Öz hisslərinizə qulaq asmaq üçün vaxt ayıranda, sanki qəlbinizdə yaşayan balaca, həssas məxluqa sən mənim üçün əhəmiyyətlisən, ona görə də sənə qulaq asıram, sən buna layiqsən deyirsiniz. Təkliyə çəkilib kompüterdə öz fikir və həyəcanlarınızı yazırsınızsa və ya onları psixoterapevtlə, yaxın adamla bölüşdürürsünüzsə və ya dəstək qrupunda danışırsınızsa, özünüzə çox qiymətli bir kömək edirsiniz. Öz hisslərinizə qulaq asmaq üçün vaxt ayıranda, sanki qəlbinizdə yaşayan balaca, həssas məxluqa müraciətlə sən mənim üçün əhəmiyyətlisən, ona görə də sənə qulaq asıram, deyirsiniz. Ümid edirəm ki, siz sevgi məktubları yazmaq metodikasından istifadə edəcəksiniz. Mən onun tətbiqinin mənimki də daxil olmaqla minlərlə adamın həyatının necə dəyişdiyinin şahidi olmuşam. Tərtib etdiyiniz məktubların sayı artdıqca proses asanlaşacaq. Məktubların səmərəsi isə artacaqdır. Bunun üçün vaxt lazımdır. Lakin alacağınız nəticə buna dəyər. Təkliyin tənhalığı gücü. Bəzən öz hisslərinizi təklikdə təsvir edəndə həyəcanlarınıza, yanınızda kiminsə olduğu haldakindən daha dərin nüfuz edə bilirsiniz. Tam təklik daha dərindən və qorxu ürküsüz hiss etməyə şərait yaradır. Sizin hər bir şey haqqında danışa biləcəyiniz yaxın adamınız varsa belə, hərdən bir təkliyə çəkilib hisslərinizi kağıza köçürtməyi məsləhət görürəm. Sevgi məktublarını yazmaq həm də ona görə faydalıdır ki, sizə başqalarından asılı olmayaraq özünüzə yardım etmə imkanı verir. Sevgi məktublarını gündəlik formasında yazmağı və ya onları qovluqda saxlamağı məsləhət görürəm. Məsələni asanlaşdırmaq üçün bu fəslin əvvəlində gətirilmiş nümunələrə müraciət edə bilərsiniz. Belə format sizə sevgi məktubunu hazırlamağın mərhələlərini yadda saxlamağa, giriş ifadələri isə lazım olduqda çətinlikdən çıxmağa kömək edər. Əgər fərdi kompüteriniz varsa, sevgi məktubunun formatını onun yaddaşına daxil edin və daim ondan istifadə edin. Məktub tərtib etmək istəyəndə sadəcə lazımi faylı tapın. Qutaranda isə yaddaşda saxlayın. Məktubunuzu kiməsə göstərmək istəyirsinizsə, kağıza çap edin. Mən məktubları ayrıca qovluqda saxlamağı aşağıdakı səbəblərdən tövsiyə edirəm. Əhvalınız yaxşı olanda onları yenidən oxuyun. Çünki bu yolla öz hisslərinizi daha obyektiv qiymətləndirə biləcəksiniz. Bu obyektivlik gələn dəfə narahat hisslərinizi daha məqbul və layiq tərzdə ifadə etməyə kömək edəcək. Məktubu yazandan sonra narazılıq və həyəcanınız zəifləmədisə, məktubu yenidən oxuyun. Tədriclə yüngüllük hiss edəcəksiniz. Mən xüsusi kompüter proqramı işləyib hazırlamışam. Onun məqsədi insanlara sevgi məktublarının tərtibində öz həyəcanlarını təhlil və xüsusi tərzdə ifadə etməkdə yardım göstərməkdir. Kompüter hisslərinizlə olan əlaqəni duymaq üçün foto şəkillərdən, diaqramlardan və müxtəlif sevgi məktublarının formatlarından istifadə edir. Bu və ya digər emosiyaları ifadə etməyə kömək edəcək giriş ifadələri də təklif edilir. Proqram sizin məktubların yaddaşa daxil edilməsini və həyəcanlarınızı daha tam ifadə etmək lazım gələndə onlara baxmağı nəzərdə tutur. Hissləri ifadə etmək üçün kompüterdən istifadə edilməsi insanların sevgi məktubları yazmağa göstərdiyi müqaviməti dəf etməyə kömək edəcək. Bu əsasən kişilərə aiddir. Lakin onlar kompüterlə tək qaldıqda məsələ kifayət qədər asanlaşır. Ruhi yaxınlığın gücü. Özümüzü sevmək qabiliyyətini inkişaf etdirmək üçün özgəsinin bizi sevməsinə ehtiyacımız var.
Təklikdə sevgi məktubu tərtib edirsinizsə, bu artıq öz-özlüyündə müsbət təsir göstərir. Lakin bu proses sizin xeyirxah, diqqətə və anlayışa olan ehtiyacınızı əvəz edə bilməz. Məktub yazanda özünüzə olan sevgini təzahür etdirirsiniz. Başqasını məktubun məzmunu ilə tanış edəndə isə sevgini qəbul edirsiniz. Özümüzü sevmək qabiliyyətini inkişaf etdirmək üçün özgəsinin də bizə olan sevgisinə ehtiyacımız var. Məktubun səmimi üslubu bu hissi müşayiət etdiyi ruhi yaxınlığın möhkəmlənməsinə yardım edir. Sevgi almaq üçün yanımızda öz hisslərimizi sərbəst, açıq, çəkinmədən bölüşdürə, onlardan hər birini aça biləcəyimiz insanlar olmalıdır. Və bu zaman əmin olmalıyıq ki, bu adamlar öz qınaqları, tənqidi ilə qəlbimizi yaralamayacaq. Bizdən üz çevirməyəcəklər. Siz həqiqətdə kim olduğunuzu, hansı hisslər keçirdiyinizi danışa biləndə, sevgini daha dolğun mənimsəyə bilirsiniz. Belə sevgi alırsınızsa, narazılıq, qəzəb, qorxu və sairə kimi mənfi təzahürlərdən can qurtarmaq asan da olur. Bu o demək deyil ki, hiss etdiyiniz və özünüz üçün aydınlaşdırdığınız hər şeyi mütləq demək lazımdır. Danışmağa qorxduğunuz gizli bir şeyiniz varsa, bu qorxulardan müalicə olunmaq lazımdır. Gizli sirlərinizi etibar edə bilsəniz, xeyirxah psixoterapevt və ya yaxın dost sizin üçün sevgi, ruhun şəfası mənbəyi ola bilər. Tutaq ki, siz psixoterapevtin qəbuluna getmirsiniz, lakin yaxın dostunuz var. Məktubları ona oxuyun. Bu böyük fayda verəcək. Təklikdə məktub yazmanız sizə yüngüllük gətirəcək. Lakin bəzən həyəcanlarınızı onlara diqqətlə yanaşan, sizi anlamağa qabil olan adamla bölüşmək vacibdir. Kollektivin gücü. Kollektivin dəstəyinin gücünü təsvir etmək çətindir. Onu hiss etmək lazımdır. Xeyirxah münasibətli və yardım göstərməyə qabil kollektiv gizli hisslərinizlə əlaqələrinizi asanlaşdırmaqda sizə xeyli dərəcədə kömək edə bilər. Əgər siz həyəcanlarınızı qrupla bölüşdürürsünüzsə, deməli daha çox sevgi alırsınız. Kollektivin təsir gücü onun ölçülərinə mütənasib olaraq artır. Bu zaman sizin potensial imkanlarınız da artır. Özünüz danışmasanız belə, başqalarının açıq və səmimi söhbətinə qulaq asanda öz hisslərinizi daha yaxşı anlamağa başlayırsınız. Ölkənin müxtəlif hisslərində seminar apararkən tez-tez qəlbimin dərinliyində eşidilməli və anlanılmalı olan hisslər duyurdum. Dinləyicilərdən hansısa danışmağa başlayanda məndə müəyyən xatirələr oyanır və ya müəyyən assosiasiyalar yaranır. Mən özüm və başqaları haqqında dəyərli təsəvvürlər əldə edirəm. Hər bir seminarın sonunda mən özümü yüngülləşmiş və daha xeyirxah hiss edirəm. Zəruri olan köməyi göstərmək və ya almaq üçün müntəzəm olaraq hər yerdə kiçik dəstək qrupları toplanır. Onlar problemlərin geniş spektrini əhatə edirlər. Uşaq vaxtı öz fikirlərimizi kollektivdə və ya ailədə açıq ifadə edə bilməmişiksə, dəstək qrupları daha səmərəli olur. Kollektivin hər bir müsbət fəaliyyəti faydalı təsir bağışlayır. Lakin xeyirxah münasibət bəsləyən dəstək qrupunda başqalarına qulaq asmaq və öz dərdini danışmaq onun hər bir üzvü üçün fərdi təsirə malikdir. Mən kişilərə yardım qrupunun iclaslarında müntəzəm olaraq iştirak edirəm. Arvadım Bonnie isə özünün qadın qrupu ilə görüşür. Evimizdən kənarda aldığımız dəstək bizim münasibətlərimizə müsbət təsir göstərir. Bu bizi bir-birimizə yeganə dəstək mənbəyi kimi baxmaq zərurətindən azad edir. Bundan əlavə başqalarının uğuru və uğursuzluğu haqqında eşidəndə öz problemlərimiz bizə daha az ciddi görünür. Özünə qulaq asmaq üçün vaxt ayırmaq lazımdır. Öz hisslərinizə qulaq asmaq üçün vaxt ayıranda, sanki qəlbinizdə yaşayan balaca, həssas məxluqa sən mənim üçün əhəmiyyətlisən, ona görə də sənə qulaq asıram, sən buna layiqsən deyirsiniz. Təkliyə çəkilib kompüterdə öz fikir və həyəcanlarınızı yazırsınızsa və ya onları psixoterapevtlə, yaxın adamla bölüşdürürsünüzsə və ya dəstək qrupunda danışırsınızsa, özünüzə çox qiymətli bir kömək edirsiniz. Öz hisslərinizə qulaq asmaq üçün vaxt ayıranda, sanki qəlbinizdə yaşayan balaca, həssas məxluqa müraciətlə sən mənim üçün əhəmiyyətlisən, ona görə də sənə qulaq asıram, deyirsiniz. Ümid edirəm ki, siz sevgi məktubları yazmaq metodikasından istifadə edəcəksiniz. Mən onun tətbiqinin mənimki də daxil olmaqla minlərlə adamın həyatının necə dəyişdiyinin şahidi olmuşam. Tərtib etdiyiniz məktubların sayı artdıqca proses asanlaşacaq.
Məktubların səmərəsi isə artacaqdır. Bunun üçün vaxt lazımdır. Lakin alacağınız nəticə buna dəyər.